Günün və həftənin baş verən ən son siyasi hadisələrinin təqdimatı və təhlili üçün qarşınızdayıq. Həftə eyni zamanda bugün hansı siyasi hadisələrlə yadda qaldı ekranlara gətirəcəyik. Vaxt itirmədən anonslara keçid alaq. Zelenskinin Rusiyanın növbəti hədəfi Qazaxıstandır açıqlamasından sonra Tokayevdən həmlə gəldi. Ölkə prezidenti müdafiə naziri postunda dəyişiklik etdi. Döyüş hazırlığının artırılmasına dair tapşırıq verdi. Qazaxıstan prezidenti Ukrayna liderinin xəbərdarlığından dərs çıxarır. Almaniya bunker və bomba sığınacaqlarını artırmağa hədəfləyir. 2028-ci ilə qədər Rusiya ilə mümkün münaqişəyə hazır olmaq üçün yenidən silahlanma planını həyata keçirir. Bəs ekspertlər nə deyir? Berlinin əlində hərbi hazırlığı vacib edən hansı kəşfiyyat məlumatları var? Tehranın Tel-Əvivin nüvə planlarına dair məxfi sənədləri ələ keçirdiyi deyildi. Detalları açıqlanan gizli əməliyyat İsrail kəşfiyyatına ciddi zərbə kimi qiymətləndirildi. Məxfi sənədlərdə hansı məlumatlar var? İran bundan şantaj kimi istifadə edəcək? Diqqətiniz nə deyirlərdə olsun? Anonslara nəzər yetirdiyi az sonra verdiyimiz xəbərlər üzərində təhlillərimiz olacaq. Amma ilk olaraq Ermənistanın gələn açıqlamalara diqqət yetirəcəyik. Həftə ərzində ardıcıl olaraq biz Ermənistanın baş naziri Nikol Paşinyanla kilsə arasındakı gərginlikdən danışdıq. Amma həftə həm də Ermənistanın baş nazirinin Azərbaycana təbriki ilə də yadda qaldı. Nikol Paşinyanın Azərbaycanı Qurban Bayramı münasibəti ilə təbrik etməsinin əks sədaları, eyni zamanda bu təbrikə reaksiyalar davam edir. Ana Ermənistan hərəkatının lideri Andranik Tevanyan Paşinyanın təbrikini gözlənilən adlandırıb. Nikolun Türkiyə və Azərbaycanı Qurban Bayramı münasibəti ilə təbrik etməsi nədənsə çoxlarını təəccübləndirir və ya qəzəbləndirir. Əslində bu gözlənilən idi. Paşinyan hakimiyyətdə qalmasına görə Azərbaycan və Türkiyə liderlərinə borcludur. O, 3-cü müddətə seçiləcəyini ümid edir. Vəzifədə qalmaq üçün Ermənistanı satmağa da hazırdır deyə hərəkat rəhbəri bildirib. Təbii ki, bir ritorika var, istehza var. Hakimiyyətdə qalmaq üçün eyni zamanda Ermənistanı satmağa hazırdır deyə, yəni bir xəyanət kimi də təqdim olunur. Vurğuladığımız kimi təkcə bu müxalifət liderinin açıqlaması deyil, eyni zamanda sosial mediada da bir mənalı qarşılanmamışdı. Azərbaycan daxilində də bu təbrik bir mənalı olaraq qarşılanmır. Ermənistan daxilinə gəldikdə isə siyasi gərginlik azalmır ki, artır. Paşinyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan və Katolikos II Qaregini sərt şəkildə tənqid edib. Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o təbii ki, özü kimi populist fırıldaqçı və fırıldaqçıya dəstək olmalıdır deyə Paşinyan açıqlamasında vurğulayıb. Niyə bu ifadəyə yer verdi? Görüntünü də ekranlara gətirdi. Ötən gün axşam saatlarında Qareginlə Ter-Petrosyan bir araya gəldi, görüşdü və Petrosyanın Qareginə dəstəyini gördük, kilsə dəstəklənir ifadəsinə yer verdi. Biz çox zaman, xüsusilə Vətən müharibəsi, 2-ci Qarabağ müharibəsindən sonra biz Levon Ter-Petrosyanın Paşinyanın addımlarını dəstəkləyən fikirlərini görmüşdük. Amma indiki halda belə bir ona qarşı cəbhədə yer alması sual doğurur. Nə yaşandı ki, Petrosyan hazırda Paşinyana qarşı yer alır? Müqəddəs, yəni kilsənin müqəddəsliyi mi hazırda Petrosyanın duruşunu və yaxud siyasətini dəyişir? Maraqlıdır. Bənzər reaksiya Ermənistan parlamentinin sədri Alen Simonyandan da gəlib. 1 Mart hadisələri zamanı Ter-Petrosyan xalqın taleyinə biganə qalıb və sonraki açıqlamaları ilə məsuliyyətdən yayınmağa çalışıb. Petrosyan artıq xalqın yaddaşında nə müstəqilliyin simvolu, nə də böyük lider kimi qalacaq. Sən məğlubiyyətin, müstəqilliyin, uğursuzluğun və siyasi iflasın simvolusan deyə Simonyan açıqlamasını qeyd edib. Bəli, ekranlarda gördüyünüz bu foto hazırda sərt şəkildə Ermənistan daxilində reaksiyalarla nəticələnib. Efrimizin irəliyən dəqiqələrində bunun müzakirəsini aparacağıq əlbəttə ki, amma ondan öncə isə diqqətləri Rusiya-Ukrayna cəbhəsindən gələn xəbərlərə yönəldəcəyik. Bu aralar Ukrayna dayanmaq bilmir. Ukraynanın cənub müdafiə qüvvələri Rusiya hərbi texnikasından ibarət texnikanı daşıyan qatar vurub. Ukraynanın cənub müdafiə qüvvələrinin yaydığı məlumata görə Rus ordusunun bölmələri hücum nəticəsində bir sıra texnika ilə yanaşı ondan çox tankı da itirib. Rusiya ordusunun itkisi 13 tank və 100-dən çox zirehli texnika və eyni zamanda avtomobildən ibarət olub deyə məlumatda vurğulanır. Qatarı dəqiq harda və nə ilə vurulması ilə bağlı isə ətraflı məlumat verilmir.
Təbii ki, dediyimiz kimi meydanda, cəbhədə Ukrayna tərəfi dayanmaq bilmir və hər kəs, xüsusən də bu açıqlamalar və xüsusən də hörümçək toru əməliyyatından sonra Rusiya necə cavab verəcək, bunu gözləyir. Birləşmiş Ştatlar hesab edir ki, Rusiya hörümçək toru əməliyyatı çərçivəsində arxa cəbhədə yerləşən bombardmançı təyyarələrin məhv edilməsinə hələ tam cavab verməyib və yaxın günlərdə geniş miqyaslı hücuma hazırlaşır. Bu iddianı Reuters agentliyi Amerikalı rəsmilərə istinadən yayıb. Məlumata görə Moskvanın planlaşdırdığı cavab hücumları çox şahilə olacaq və raketlərlə yanaşı pilotsuz uçuş aparatlarından istifadə oluna bilər. Qərb diplomatlarının ehtimallarına görə Rusiyanın növbəti zərbələri Ukraynada simvolik əhəmiyyətə malik olan hədəflərə, yəni xüsusilə hökumət binalarına və Ukrayna təhlükəsizlik xidmətinə məxsus obyektlərə yönələ bilər. Rusiya tərəfi bir tərəfdən qisasa hazırlaşır, digər tərəfdən Ukrayna istiqamətində gələ biləcək növbəti hücuma da hazırlaşır. Rusiya öz hərbi bazalarında təyyarələr üçün sığınacaqlar tikməyə başlayıb. Bu barədə OSINT analitiki Jeff Moon X sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə sığınacaqların tikintisinə dair izləri peyk görüntülərindən də görmək mümkündür. Bu işlər Krımın Kirovski aerodromunda, həmçinin Sevastopol və Sakidə müşahidə olunub. Zelenskidən açıqlama var. Biz hazırda Rusiyanı artıq münaqişəni dayandırmağa məcbur etməyə yaxınlaşırıq. Az sonra bu açıqlamayı nəzər yetirəcək. Amma bir ifadə də səsləndirdi ki, Rusiyanın məqsədi münaqişəni davam etdirməkdədir. Ukrayna prezidenti Volodymyr Zelenski beynəlxalq tərəfdaşlara səslənərək Rusiyanın davam edən müharibə hərəkətlərinə görə cavabdeh tutulmasını tələb edib. Xarkov kütləvi dron hücumuna məruz qalıb. Onlarla mülki insan bu hücumlardan zərər çəkib. Təəssüf ki, həlak olanlar var. İşğalçıların yeganə maraqlandığı şey onların hərbi infrastrukturu və Ukraynadan bütün qiymətli əşyaları çıxarmaq imkanlarıdır. Biz Rusiyaya qarşı heç bir təzyiq formasını zəiflətməməliyik. Nə artıq tətbiq olunan formatları, nə də hazırlanmaqda olan təzyiq üsullarını. Ruslar sülh təkliflərinin hamısını görməzdən gələrək müharibəni davam etdirməyə hazırlaşırlar. Onlar bu əməllərinə görə cavab verməlidirlər. Və qeyd etdiyi bir məqam da oldu Zelenskinin ki, biz davamlı və uzun müddətli atəşkəsə hazır idik və 30 günlük atəşkəsə razılıq vermişdik. Biz liderlər görüşənə qədər atəşkəsə hə deyirdik. Ukrayna prezidenti Volodymyr Zelenski ilə ekranlarda gördüyünüz paylaşımında bu fikirlərə yer verib. Biz göydə, yerdə, suda atəşkəsə razıydıq. Heç olmasa nədənsə başlamağa və Trump administrasiyasının bu və ya digər nümayəndəsinin təklif elədiyi bir-iki formada hər iki tərəfə təklif etdiyi hər şeydən başlamağa razıydıq və biz bütün təklifləri dəstəklədik. Rusiya isə bir təklifi belə dəstəkləmədi paylaşımda vurğulanır. Bəli, Rusiya tərəfi atəşkəsə hə demədi. Baxmayaraq İstanbulda görüş baş tutdu ki, ardıcıl görüşün sadəcə olaraq nəticəsi əsirlərin dəyişdirilməsi, eyni zamanda meyitlərin dəyişdirilməsi məsələsi idi. Rusiya tərəfi İstanbul razılaşmalarına uyğun olaraq Ukrayna əskərlərinin cəsədlərindən ibarət ilk partiyanı mübadilə zonasına çatdırıb. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bugündən etibarən Ukrayna əskərlərinin cəsədləri ilə dolu repatriasiya qatarlarının hərəkəti başlayır. Rusiya tərəfi cəsədlərin qarşı tərəfə təhvil verilməsi üçün Ukraynadan rəsmi təsdiq gözlədiyini qeyd edib. Məlumata görə ümumilikdə 6000-ə yaxın Ukrayna əskərinin cəsədinin qarşı tərəfə təhvil verilməsi planlaşdırılır. Bu proses mərhələli şəkildə həyata keçiriləcək deyə açıqlamada vurğulanır. Amma ötən gündən etibarən Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamalarda qeyd olunur ki, biz cəsədləri gətiririk, dəyişmə zonasına təqdim edirik, ancaq Ukrayna tərəfi razılaşmanı pozur, eyni addıma getmir. Buna Ukrayna tərəfindən cavab gecikmədi. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib ki, Rusiya ilə meyitlərin dəyişdirilməsi gələn həftə baş tutacaq. Onun sözlərinə görə İstanbuldakı danışıqların nəticələrinə əsasən bu tədbirlərin başlanması növbəti həftəyə nəzərdə tutulub. Bu barədə səlahiyyətli şəxslər çarşamba axşamı məlumatlandırılıb. Düşmənin çirkin informasiya oyununa baxmayaraq hər şey plan üzrə gedir deyə Budanov açıqlamasında vurğulayır.
Bəli, qarşılıqlı şəkildə ittihamlar var. Bir tərəfdən Ukrayna tərəfi qeyd edir ki, bizim razılaşmamız var və razılaşdığımız bir tarix var. Həmin tarixi reallaşdırmaq istəyirik və biz öz başımıza deyilik. Burada bir tərəf var idi, vasitəçi var idi, söhbət Türkiyədən gedir. Niyə əgər elədirsə, müəyyən bir tarix danışılıbsa, Rusiya bunu qabağa çəkməyə çalışır? Yəni burada Ukrayna tərəfi əldə edilən razılığı da pozur. Bu görüntünü mü yaratmaq istəyir? Yəni kimə inanmaq lazımdır? Rusiyaya yoxsa Ukraynaya? Hansı ehtimal daha ön plana çıxa bilər? Bu arada meyitlərin dəyişdirilməsi ilə yanaşı eyni zamanda əsirlərin qaytarılması məsələsi var idi. Xüsusən də xəstə olan əsirlər və paralel olaraq yaşı 25 yaşdan aşağı olanlar. Amma hələ ki onlarla bağlı bir açıqlama gəlməyib. Gedişat necə olacaq bu proses məsələ bu mərhələdə biz baxdıqda nə ilə nəticələnə bilər? Gedişatın müzakirəsini Milli Məclisin üzvü Rasim Musabəyevlə davam etdirəcəyik. Rasim bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Salam Şəhla xanım. Rasim, ilk olaraq bu hörümçək toru əməliyyatına cavab məsələsindən gəlir. Reuters agentliyi iddia edir ki, Birləşmiş Ştatlar rəsmiləri bu qənaətdədir ki, Ukraynanın təhlükəsizlik xidmətinin obyektləri, eyni zamanda hökumət binaları hədəfdə olacaq. Düzdür, bu açıqlamalar gəlir, amma hələ ki, Rusiya tərəfi müəyyən bir cavab adımlarına getmir. Ya bu səssizlik daha geniş miqyaslı hücumun hazırlığı kimi oxumaq olar, yoxsa necə? Bəli, çalışacaq, yəni hansısa bir şəkildə Ukraynaya zərbələri endirsin. Axı bu vaxta kimi də Rusiya demək olar ki, Ukraynanın şəhərlərin bombardıman edirdi. Kiyevi də, Xarkovu da, Odessanı da. Yəni bu baxımdan yenilik yoxdur. İndi elə bil ki, hədəf kimi bunlar hərbi obyektləri götürəcəklər. Bu vaxta kimi mülki obyektləri vururdular. Mülkünü də vururdular, hərbini də vururdular. Sadəcə olaraq axtarır indi hansı şəkildə belə bir zərbə vurulsun Ukraynaya ki, o elə bir ki, qisas kimi təqdim etsin Rusiya əhalisi üçün. Ancaq o ki, qaldı indi o cəsədlərin dəyişdirilməsi, girovları. Rusiya görür təbliğat üçün bunu qabardır, ona görə ki, əsas məsələdən boyun qaçırır. Təklif olunub ki, atəşkəs təmin olunsun. Azı 30 gün, çünki o atəşkəsi sonra davamlı şəkildə həyata keçirmək üçün müəyyən bir danışıqlar getməlidir. Onun ki, atəşkəs elə də asan bir məsələ deyil. Rusiya bundan boyun qaçırır. Hesab edir ki, təşəbbüs indi onun əlindədir və Ukraynaya təzyiqlərin davam edə bilər ki, istədiyi şəkildə Ukraynaya hansı bir təslimçi sülhə çəkmək üçün. Rasim bəy, bunu bir qədər aydınlaşdıraq. Çünki ən son İstanbul görüşündə təəssüf ki, Ukrayna tərəfinin eyni zamanda Birləşmiş Ştatlarına təklif etdiyi bir atəşkəs məsələsi var idi. Amma Rusiya bununla razılaşmadı. Sadəcə olaraq dediyimiz kimi 6000-ə cəsədlərin qaytarılması, bir də hərbi əsirlərlə bağlı razılıq var idi. Sadəcə olaraq bizim gördüyümüz Rusiya tərəfi belə bir təqdim etməyə çalışır ki, Ukrayna bundan da imtina edir. Əldə edilən razılıqdan imtina edir. Xeyr, bunu Rusiya qabardır, ona görə ki, əsas məsələdən boyun qaçırır və istəyir göstərsin ki, o elə bil ki, hansısa bir sülh addımlara meyillidir, ancaq Ukrayna bundan boyun qaçırır. Bir məsələ də var ki, o cəsədləri indi İnandırmaq istəsin ki, Rasim bəy, yəni hazırda Rusiya kimi inandırmağa cəhd eləsin ki, Rusiya hazırda kim üçün belə sülhpərvər görünməyə çalışır? Həmin Trump'ı istəyir saxlasın kənarda, ona görə ki, anlayır ki, ABŞ Ukraynaya açıq şəkildə dəstək verdiyi halda və Rusiya təzyiqlərin artırdığı halda Rusiyanın vəziyyəti xeyli pisləşəcək. İndi Ukrayna dəstəyi daha çox Avropa ölkələrindən alır. Elə bil ki, Trump nə Rusiya qarşı sanksiyaların sərtləşdirməsinə hələlik hazır deyil. Konqresdə də deyib ki, tələsmin bu məsələlərlə və eyni zamanda indi əvvəlki administrasiya, Biden administrasiyasının vaxtında verilən qərarlarla indi nələr getməli, çatmalı idi Ukrayna, onlar da indi tükənəcək. Ondan sonra həlli Ukraynaya hərbi maliyyə yardım həyata keçirmək istəyində deyil. Və təbii Putin istəyir belə bir görüntü yaratmaq ki, Trump yenə də Ukraynaya dəstəkdən yayılsın və sanksiyaları Rusiya qarşı sərtləşdirməsin. Belə bu məqamda, yəqin ki, siz də buna xəbərdarsınız, Zelenskidən açıqlama var, ABC News-a müsahibəsində qeyd edir ki, Biden dövründə əldə edilən bir razılıq var idi şahid dronlarla mübarizə üçün, ancaq o bizə verilmədi, indi yaxın şərqə göndərildi. Maraqlıdır, hazırda bu etiraf da, xüsusən də Birləşmiş Ştatlar mediasına bu etiraf dəstək üçün bir müraciətdir.
Bu mərhələdən sonra, amma nəzərə alsaq ki, bir tərəfdən də Trampın özünə təzyiq var daxildə, demokratlar tərəfindən təzyiq var. Gəlinən bu mərhələdə, hazırda meydanda nisbətən üstünlüyün bəzi məqamlarda Ukrayna tərəfində olduğunu görürük. Məcbur edəcəklərmi yardımı davam etdirsinlər? Yox, indi yəni demokratların Trumpa təzyiq etmək imkanları məhduddur. Ona görə ki, Senatda da və Nümayəndələr Palatasında respublikaçılar çoxluq təşkil edir. Ancaq Rusiya qarşı sanksiyalar məsələsi Senatda demək olar ki, 80 senator tərəfindən, yəni orada həm respublikaçılar, həm demokratlar var və Lindsey Graham əslində o təşəbbüskar şəxs respublikaçıdır və onlar hesab edirlər ki, Rusiyanın yəni ateşkəsdən boyun qaçırmasın və boş buraxmaq olmaz. İndi hələlik hər halda Trumpın xahişi ilə bu məsələni dayandırıblar. Ancaq yəni Rusiyanın davranışından asılı olaraq mən istisna etmirəm ki, Senatdan belə bir qərar keçə bilər. Bu arada Zelenski bir paylaşım etdi öz Facebook hesabında və qeyd etdi ki, biz Rusiyanı dayandırmağa yaxınıq. Və hazırki məqamda yəni bir növ buna qələbəyə də yaxın kimi oxuya bilərik. Yəni artıq biz elə bir məcburiyyət yaradırıq ki, Rusiya tərəfi dayanmış olsun. Bir sanki inam var. Bu inamın arxasında təbii ki, böyük ehtimal Birləşmiş Ştatlar dayanmır. Amma yəni Avropanın dəstəyi yetərlidirmi? Yox, düşünmürəm. Yəni Avropanın dəstəyi imkan verəcək Ukraynanı müqaviməti davam etmək. Rusiyanın indi gözləntiləri ki, cəbhə dağıla bilər və Ukrayna təslim olmağa məcbur olacaq, bu əldə olunmayacaq. Ona görə ki, o hesablamalara görə hər kvadrat kilometrin Ukrayna ərazilərinin işğalına Rusiya təxminən 120-150 demək olar ki, itkin verir. Əskərləri orada ölürlər. Və bu templə Ukraynanı işğal etmək Rusiya üçün qeyri-mümkündür. Ola bilər ki, geçsin bir yenə 3-5 min kvadrat kilometr tutsun, ancaq bu onlara çox baha başa gələ bilər. O ki, qaldı indi Ukrayna tərəfindən, yəni hiss olunur ki, cürbəcür üsullarla çalışırlar Rusiya hansısa bir, belə deyək də, tutarlı zərbələr etmək, ancaq o zərbələrlə də Rusiyanı dayandırmaq düşünürəm ki, Ukrayna üçün çətin olacaq. Ən pis halda müharibə davam olunacaq. Maraqlı məqamda Rusiya müharibə davam edəcək ifadəsi səsləndirdiniz və nəzərə alsaq ki, bugün bazar günüdür. Artıq ötən həftə, bir həftə keçib bu hörümçək toru əməliyyatının reallaşdırılmasından və dünya da reaksiya verir. Hazırda dediyimiz kimi nəzərlər Moskvanın cavabı necə olacaq buna yönəlib. Amma bir də bu bir həftə artıq başdan, bir həftə öncə başdan hörümçək toru əməliyyatının bir də siyasi nəticələri. Sizcə hansı siyasi nəticələr doğurmuş oldu? Əslində, Ukrayna nümayiş elədi ki, Trump deyirdi ki, Ukraynanın oynamaq üçün, müharibəni aparmaq üçün əllərində kartları yoxdur. Zelenski nümayiş elədi ki, Ukraynanın belə bir Rusiya zərbə endirmək imkanları var və bu sonuncu belə bir zərbə deyil. Və bu baxımdan düşünürəm ki, bəli, müəyyən az da olsa, yəni Amerikanın siyasi, hərbi dairələrdə Ukraynaya dəstək vermək üçün elə bil ki, bir zərurət yaradıblar. Olacaq, olmayacaq demək çətindir. Ancaq təbii, nəzərə alınsa ki, ABŞ tək başına Avropadan heç də az olmayaraq, bəlkə də biraz da çox, Ukraynaya hərbi və maliyyə dəstək verirdi. Və Avropa tam şəkildə, yəni ABŞ özünü kənarda saxlasa, eyni miqdarda Ukrayna köməklik etmək imkanında olmayacaq. Hər bir halda Ukrayna vuruşacaq. Ancaq onun üçün bu müharibə daha ağır keçəcək. Təşəkkür edirəm Rasim bəy. Minnətdaram dəyərləndirməniz üçün. Birləşmiş Ştatların bugün Ukraynaya etdiyi ən böyük dəstək həm də kəşfiyyat məlumatlarıdır. Bu bir sir deyil. Bugün meydanda uğurlu olmaq üçün həm də yaxşı kəşfiyyat məlumatlarına sahib olmaq lazımdır. Düzdür, bu məlumatlar təkcə Birləşmiş Ştatlar tərəfindən təmin olunmur, Avropa tərəfindən də təmin olunur, Avropa ölkələri tərəfindən təmin olunur. Amma hazırda Trumpın siyasəti bir qədər sual doğurur. Yəni, nə dərəcədə bu kəşfiyyat məlumatları verilməyə davam edəcək? Ümumiyyətlə, müəyyən bir təzyiqlər qarşısında geri addım ata bilərmi? Yəni, ən azından bu təzyiq
təzyiqləri göz qabağında saxlayaraq bu öz-özlüyündə sual doğurur. Sadəcə olaraq yenə deyirik, bu hücum əməliyyatlarından sonra bir həftəsi artıq geridə qalmış olur hörümçək toru əməliyyatının. Zelenskidən daha iddialı açıqlamalar var. Ümid edərik ki, bunun davamı gələcək. Yəni bunun dediyimiz müharibəni meydanda bitirəcək biz addımları görmüş olacağıq. Və bu açıqlamalardan biri də bir növ etiraf idi. Qeyd etdi ki, Zelenski biz Biden administrasiyası ilə şahidlərlə mübarizə aparmaq üçün Ukraynaya 20 min raket tədarükü barədə razılığa gəldik. Lakin indi Birləşmiş Ştatlar həmin raketləri yaxın şərqə göndərmək qərarına gəlib. Ukrayna prezidenti Volodymyr Zelenski ABC News-a müsahibəsində bu fikirləri səsləndirib. Onun sözlərinə görə bu raketlərin Ukraynaya təhvil verilməsi ilə bağlı qərar Joe Biden'ın prezidentliyi dövründə olub. Lakin Donald Trump öz prezidentliyi dövründə bu raketləri yaxın şərqə göndərib. Volodymyr Zelenski bununla yanaşı Birləşmiş Ştatların yardımı olmadan Rusiyanın qələbə şansının yüksək olduğunu da diqqətə çatdırıb. Gələk manşetlərin əsas xəbəri. Bir tərəfdən Elon Musk, bir tərəfdən Donald Trump. Nə ilə yadda qaldı son günlərin əsas gərginliyi? Son açıqlamadan başlayaq. Birləşmiş Ştatlar prezidenti Donald Trump münaqişədə olduğu Amerikalı milyarder iş adamı Elon Musk'ın prezidentlik ofisinə hörmətsizlik etdiyini və onunla münasibətlərini bitirdiyini açıqlayıb. NBC News-a müsahibə verən Trump, Musk ilə münasibətlərini ictimai qalmaqaldan sonra düzəltmək niyyətində olmadığını da dilə gətirib. Trump Musk'ın şərhlərinə də reaksiya verib. Məncə çox pis bir şeydir. Çünki o çox hörmətsiz idi, deyə Trump açıqlamasını vurğulayıb. Bəli, respublikaçılardan daha çox Trump'ı dəstəkləyən Musk indi artıq onun əsas rəqibinə çevrilib. Rəqib ən azından prezident postu olaraq rəqib nəzərdə tutmuruq. Yəni, siyasi gərginlik iki güc arasında pik həddə çatıb. Trump əvvəllər dahi adlandırdığı Musk'ı indi də dəli kimi xarakterisedir. Hətta iddialara görə Birləşmiş Ştatlar prezidenti siyasətçilərə seçim etmələrinə dair tələb göndərib. Belə olan halda bir neçə başlıq ortaya çıxır. Bunlardan biri maliyyə dəstəyi ilə Trump'a seçkidə kömək edən Musk'ın eyni pulla onu devirməyə çalışması senarisidir ki, bu bir qədər mümkünsüz görünmür. İkincisi, Moskva ilə sıx əlaqələri olduğu deyilən Musk'ın əlindəki qərb məlumatları ilə Rusiya üst tutacağı yönündədir. İkili arasında münaqişə Amerika və qlobal arenada daha hansı başlıqlarla gündəmə gətirilib və eyni zamanda doğrudan da Rusiyaya siyasi sığınacaq təklif etmişdi Elon Musk. Reallaşa bilərmi? Yəni, siyasi sığınacaq təklifinə hə deyə bilərmi? Mümkündürmü? Araşdırmışıq, izləyək. Yaxın günlərədək Donald Trump'ın Ağ Evdə qurduğu hər masada başda əyləşən Elon Musk indi istənməyən qonağa çevrilib. Musk'ı Ağ Evin damı altında görmək istəməyən Trump administrasiyası komanda üzvləri kimi ölkənin siyasi elitasını da seçim etməyə çağırır. Washington yüksək vəzifəli şəxslərə və ictimai fiqurlara müraciət edərək onları seçim qarşısında qoyub. Bugündən ya Trump'ın ya da Musk'ın tərəfində olmalıdırlar. Siyasi arenada yaranan qütbləşmə isə həm bəzi siyasətçilərin, həm də Amerikalıların qorxulu yuxusuna çevrilib. Onlar gedişatın yaxşı heç nə vəd etmədiyi qənaətindədirlər. Trump seçiləndə ikili arasında belə hadisələri gözləyirdim. Amma bunun bu dərəcədə ictimailəşməsi bir növ təəccüb doğurur. Tərəf tutmuram. Onlar belə deyil, lider kimi davranmalıdırlar. Bilirsiniz, məni daha çox qarşıdurmanın yaratdığı xaos narahat edir. Rəqəmlərə baxsaq, iqtisadiyyatımız təhlükə altındadır. Onlar təcili mübahisəyə son qoymağın yolunu tapmalıdırlar. Trump əslində Musk'dan istifadə edirdi. Çünki onun dünya üzrə böyük təsir gücü var. Amma indi onu təhqir edir. Bu düzgün deyil. Göründüyü kimi hazırki vəziyyət Amerika Birləşmiş Ştatlar elitasında ciddi parçalanma və tərəf seçmə prosesini daha da gücləndirib. Bunun ilkin ayaq səsləri artıq eşidilməyə başlanıb desək yanılmarıq. Xüsusilə demokratlar bu siyasi boşluğu fürsətə çevirməyə çalışırlar. Belə ki, partiya daxilindəki bir qrup konqresmen milyarderin Trump'dan uzaqlaşmasından istifadə edərək onu öz tərəflərinə çəkmək üçün hərəkətə keçib. Trump'ın ikinci qalibiyyət dönəmində Musk'a hədəf alan konqresmenlər indi milyarderlə demokratlar arasında ortaq dəyərlərin olduğuna dair nitq söyləyirlər. Onun 2020-ci ildə Bidenə səs verdiyini qabardan demokratlar Musk'ı hərbətçilə öz cəbhələrinə transfer etməyi düşünürlər.
Bu isə əbəs yerə deyil. Çünki Mask hazırda Birləşmiş Ştatlar siyasətinin yenidən qurma nöqtəsində əsas fiqura çevrilib. Onun hansı tərəfə keçəcəyi qarşıdakı seçki dövrünün balansını dəyişdirə biləcək həmlədir. Ağ evə gəldiyi andan Maskla prezident arasında gərginlik yaşanıb. O, diqqət mərkəzində idi və yeni administrasiyanın bəyənməyəcəyi nüansı idi. Daha sonra siyasi və iqtisadi fikir ayrılıqları yarandı ki, bunları Maska qarşı istifadə edib Trumpla üz-üzə qoydular. Ancaq bu demokratlara da sərf elədi. İndi demokratlar Maskın maliyyə dəstəyi ilə Trumpı impiçmentə göndərməyi belə xəyal eləyirlər. Birləşmiş Ştatlarda Maskı itirməmək üçün başladılan savaş milyarderin müstəqil güc bazasına malik olması ilə əlaqələndirilir. Çünki Amerikalılar belə güc sahibi olan şəxsin başqa ölkələrin, xüsusilə də Rusiyanın əlinə keçməsindən qorxurlar. Üstəlik, Moskvanın sığınacaq təklifi siyasətçiləri tikan üzərində saxlayıb. Əgər Rusiya Maskı tərəfinə çəkə bilsə, bu təkcə Amerika deyil, hətta Avropa üçün fəlakət deməkdir. Bu, Ukraynaya hərbi rabitə təmin edən Starlink'in, yəni Kiyevin və Qərbin gizli məlumatlarının artıq Moskvanın əlinin içində olması anlamına gəlir. Dmitri Medvedevin də şirkətin səhmlərini almağa hazır olduqları ilə bağlı etdiyi son zarafat da məhz buna işarə edir. Hazırda Elon Musk'ın atasının Rusiyada olması isə onun çıxış yolu tapmadığı təqdirdə Kremllə işbirliyi məsələsinə isti yanaşacağı kimi qəbul edilir. Maskın siyasi strukturdakı gücü Trumpla münasibətindən çox asılı idi. Amma Trumpa siyasi gücü ikinci dəfə qazandıran da məhz onun maliyyə dəstəyi idi. Yəni hər ikisi əslində bir-birinin ayrı-ayrı sahələrdəki gücündən asılıdır. Fikrimcə Trump Maskı itirməməlidir. Çünki onun xüsusən Rusiyanın əlinə keçəcəyi təqdirdə nələr olacağını hamımız yaxşı bilirik. Baş verənlər fonunda SpaceX-nə müqavilələrin ləğvi Trump administrasiyasının özünə zərbə vurması kimi dəyərləndirilir. Çünki bu addım Maskın fəaliyyət arealını daraldır ki, bu da ona yeni böyük imkanlar tanıya biləcək tərəfdaş axtarışına sövq edə, nəticədə milyarder Rusiyanı əsas seçim kimi görə bilər. Ancaq Amerikanın itirəcəyi təkcə Mask olmayacağı deyilir. Belə ki, SpaceX-nə müqavilələrə xitam verilməsi kosmosda Rusiyadan asılılığa səbəb olacaq. NASA kosmik stansiyaya çatmaq və geri qayıtmaq üçün bir daha Moskvaya üst tutmalı olacaq. Artıq indidən NASA ilə Pentagon astronavtları və yükləri beynəlxalq kosmik stansiyaya çatdırmaq, orbitə hərbi peyklər çıxarmaq üçün raket, eləcə də kosmik gəmilərin mümkün əvəz edicilərini axtarır. Bu istiqamətdə əvəz edici şirkətlərə üst tutulsa da, SpaceX-in yaradacağı boşluğu doldurmağı mümkün olmayacağı proqnozlaşdırılır. İkisinin də itirəcəyi çox şey var. Trump Maskdan imtinanın yaradacağı boşluqları tezliklə doldura bilməyəcək. Əgər ölkənin ziyan çəkməyini istəmirlərsə, barışmalıdırlar. Düşünürəm ki, bu oyunu Trump'ı zəiflətmək istəyənlər qurdular. Onlar da aldanıb oynayırlar. Trump Maskla savaşda bir çox şey itirəcək kimi görünür. Ancaq maliyyə itkisində onun Maska çatmayacağı gözlənilir. Hələ ikili arasında yaşanan gərginliklərin ilk günündə milyarderə məxsus Tesla şirkətinin səhmlərinin qiyməti 14% ucuzlaşıb. Maskın hökumət subsidiyaları və müqavilələrin ləğv edilməsi fonunda yenə bir neçə milyard itirəcəyi danılmaz faktdır. Yəni bir sözlə Trump Maska hərəkətlərinin əvəzini maliyyə hücumları ilə ödətmək niyyətindədir. Mask isə indiki məqamda Trumpın gündəmini zədələyir bilər. Mask həmçinin Senatda Trumpın imzaladığı vergi qanunu layihəsini bloklamaq üçün maliyyə baxımından mühafizəkar qanunvericilərlə də uzlaşa bilər. Lakin impiçment məsələsini gündəmə gətirən milyarderin prezidentə ən böyük zərbəsi onun seçimlərində göstərdiyi effektiv dəstəyi müxalifətə ayırması olacaq. Bu da Trumpın indidən 3-cü prezidentlik dönəmi xəyalları ilə sağollaşması deməkdir. Amma hələ ki biz bu gərginliyin sadəcə olaraq başındayıq. Daha nələr açıqlanacaq? Açıqlandığı təqdirdə də ekranlara gətirəcəyik. Los Angeles'da immiqrasiya polisi əməliyyat zamanı 40-dan çox adamı saxlayıb. Buna cavab olaraq şəhərdə kütləvi olaraq etirazlar keçirilib. Belə ki, iştirakçılar küçələri bağlayıblar, zibil qutularını yandırıb və Meksika bayraqlarını dalğalandırıblar. Ağ Ev hadisələri ixtişaş adlandırıb və Trump şəhərə 2000 Milli Qvardiya əskərinin göndərilməsi barədə göstəriş verib. Pentagon rəhbəri Pete Hegseth lazım olduğu təqdirdə dəniz piyadalarının Los Angeles'a göndəriləcəyini bildirib. Etirazlar New York'da da keçirilib. Polislə toqquşma nəticəsində bir neçə etirazçı saxlanılıb.
Kolumbiyanın paytaxtı Bogotada 2026-cı ildə keçiriləcək seçkidə Demokratik Mərkəz Partiyasından prezidentliyə namizəd olan senator Miguel Uribe Turbay güllələnib. Senator tədbirdə çıxış edərkən 2 silahlı şəxs onu arxadan güllə atəşinə tutub. 6 güllədən ikisi siyasətçinin başına dəyib. Silahlı şəxslərdən biri saxlanılıb, o 15 yaşlı yeniyetmədir. Prezidentliyə namizəd ona qarşı sui-qəsd cəhdinin ardınca təcili olaraq əməliyyat keçirib. Siyasətçinin yaxın çevrəsindəki şəxslərin verdiyi məlumata görə cərrahi əməliyyat uğurlu olub, lakin vəziyyəti kritik olaraq qalmaqdadır. Ölkənin Müdafiə Naziri Pedro Sanchez sosial şəbəkə hesabında paylaşım edib və Uribeyə edilən hücumu ölkə və demokratiyaya edilən hücum kimi təqdim edib. Zelenskinin Rusiyanın növbəti hədəfi Qazaxıstandır açıqlamasından sonra Tokayevdən həmlə gəldi. Ölkə prezidenti Müdafiə Naziri postunda dəyişiklik etdi. Döyüş hazırlığının artırılmasına dair tapşırıq verdi. Qazaxıstan prezidenti Ukrayna liderinin xəbərdarlığından dərs çıxarır. Almaniya bunker və bomba sığınacaqlarını artırmağa hədəfləyir. 2028-ci ilə qədər Rusiya ilə mümkün münaqişəyə hazır olmaq üçün yenidən silahlanma planını həyata keçirir. Bəs ekspertlər nə deyir? Berlinin əlində hərbi hazırlığı vacib edən hansı kəşfiyyat məlumatları var? Tehranın Tel-Əvivin nüvə planlarına dair məxfi sənədləri ələ keçirdiyi deyildi. Detalları açıqlanan gizli əməliyyat İsrail kəşfiyyatına ciddi zərbə kimi qiymətləndirildi. Məxfi sənədlərdə hansı məlumatlar var? İran bundan şantaj kimi istifadə edəcək? Diqqətiniz nə deyirlərdə olsun? Ermənistanda siyasi gərginliyin yaşandığı bir vaxtda ölkənin Xarici İşlər Naziri Ararat Mirzoyan 2 günlük Fransaya eşqüzar səfərə gedir. Səfərin məqsədi COP17 tədbirində iştirak etməkdir. Erməni nazir yəni Fransaya gəliş çərçivəsində 2 tərəfli görüşlər keçiriləcək və eyni zamanda 2 tərəfli əməkdaşlıq məsələlərinin gözdən keçiriləcəyi bildirilir. Əlbəttə ki, Fransaya səfərdən danışılırsa, böyük ehtimal burada hərbi sahədə əməkdaşlıq məsələsi də müzakirə olunacaq. Eyni zamanda əsas dəstəkçisi olan Fransadan yeni tezislərin alınacağı da istisna edilir. Mirzoyanın səfərindən sonra açıqlamalar hansı yöndə dəyişəcək, izləyək görək. Erməni tarixçi Vahid Sarkisyan isə bildirib ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı bir neçə dəfə birbaşa və dolayısıyla müdafiə edib. Onun sözlərinə görə xüsusilə 2022-ci ilin mayın 5-də Ter-Petrosyan Paşinyanın mübahisəli bəyanatlarından sonra açıqlama verərək onun əleyhinə yönələn ictimai təzyiqi yumuşatmağa çalışıb. Petrosyan bəyan edirdi ki, baş verənlərdə Paşinyanın rolu yoxdur və onun yerində kim olsaydı nəticə dəyişməyəcəkdir. Ona qarşı mübarizənin isə ölkəni fəlakətli sarsıntılara sürükləyəcəyini vurğuluyordu. Sarkisyan əlavə edib ki, bu cür mövqe Paşinyan üçün xilas körpüsü rolunu oynamışdı. Qədim bir xalq deyimi var. Nə əkərsən, onu da biçərsən. Petrosyan nə əkmişdisə, indi onun nəticələrini biçir deyə əlavə edib. Bir daha xatırlatma edək, ötən gün Ter-Petrosyan, ölkənin Ermənistanın ilk prezidenti, kilsə rəhbəri 2. Qareginlə bir araya gəldi və kilsəni dəstəklədiyini dilə gətirdi. Bunun ardınca Paşinyan və Paşinyanın komandası hazırda Petrosyanı sərt şəkildə tənqid edir. 1 mart hadisələrini xatırladılar və eyni zamanda ölkənin suverenliyi, müstəqilliyinə təhdid yönələn addımlarını dilə gətirirlər. Satqın, fırıldaqçı, eyni zamanda seçki saxtakarlığının praktikasının banisi kimi təqdim olunur Petrosyan. Məsələnin bu tərəfi, bu daxili gərginlikdir. Yəni Petrosyan və Paşinyan geri gəlsə bir-birini dəstəkləyə edə bilər. Bu onların öz işidir. Bir-birinə düşmən kəsilə bilər, bu da onların öz işidir. Amma məsələ bundan ibarətdir ki, hazırda zamanında belə dəstək verən Petrosyan, indi o da Paşinyana qarşıdır. Yəni, meydanda Paşinyanın bir qədər də tək qaldığını görmüş oluruq. Bir tərəfdən onsuz da partiyasının reytingi aşağı düşüb, baxmayaraq digər partiyanın reytingləri ilə müqayisədə ilk sıradadır, amma azalma var mı? Var. Seçki yaxınlaşır, dəqiq tarix açıqlandı artıq. Belə olduğu təqdirdə doğrudan da bu gərginlikdən və yaxud bu qarşı durmadan Paşinyanın qalib şəkildə ayrılması realdırmı? Yoxsa doğrudan da məsələn Azərbaycan cəmiyyətində də ekspertlərin belə bir yanaşması var. Rusiya tərəfindən qurulan bir şoudur, biz də o şounu izləyirik. Bütün bunlar bir şoudurmu? İzləri axtarmaya çalışacağıq. Siyasi şərhçi Bakir Həsənbəyli hazırda bizi canlı bağlantıda gözləyir. Bakir bəy, salamlayırıq sizi, hər vaxtınız xeyir. Axşam xeyir olsun.
Bakı bəy, xatırlayırıq, ötən il bu dövrlərdə biz Qalstanyanın rəhbərlik etdiyi küçə etirazlarını görürdük. İndi küçə etirazları tam şəkildə geniş miqyaslı vüsət almayıb, genişləməyib, amma bir qarşılıqlı şəkildə söz savaşının şahidi oluruq kilsə və Paşinyan arasında. Hətta Petrosyan da artıq kilsəyə dəstək verdiyini açıqladı. Yəni, ötən ilki qarşılıqda Petrosyan Paşinyana qarşı cəbhədə yer almamışdı. Nə oldu da o belə artıq Paşinyanı dəstəkləməkdən imtina etdi? Təşəkkür edirəm. Əvvəla qeyd edim ki, sizin də qeyd etdiyiniz kimi seçkilərə hələ bir ilə təxminən müddət qalıb. Amma buna baxmayaraq Ermənistan daxilində çox ciddi şəkildə hakimiyyət uğrunda mübarizəyə artıq start verilib. Əslində bu 2025-ci ilin deməli may-iyun aylarından deyil, bu 2024-cü ilin demək olar ki, ortalarından bu hakimiyyət uğrunda, ümumiyyətlə seçkidə qalibiyyət uğrunda mübarizə 2024-cü ilin ortalarından start vermişdir və start verən tərəf məhz hakimiyyətin, yəni Paşinyan hökumətinin özü olmuşdur. Əvvəla demək regionlara səfər etməklə bağlı məsələlərdə, müxtəlif Avropa İttifaqına qəbulla bağlı, müxtəlif qanun layihələrin qəbul olunması ilə bağlı və digər nüanslarla bağlı məsələlər var idi ki, Paşinyan komandası ötən ildən bu məsələyə start verib. Amma məsələnin daha kritik hədd alması və söz duelinə çıxılması və onu da istisna etmirəm ki, seçki yaxınlaşdıqda, yəni seçkiyə az müddət qaldığı ərəfədə bu qarşıdurmalara, hətta belə deyək də, silahlı qarşıdurmaya, daxili silahlı qarşıdurmaya keçmə imkanları da var. Çünki bu tip hallar Ermənistan siyasətində, Ermənistan siyasi tarixində daha doğrusu olubdur və olmaması ehtimalı da yoxdur. Və nədən Petrosyanın Paşinyana qarşı çıxması məsələsinə? Əvvəla Paşinyan özünün qırmızı cizgilərini müəyyənləşdirib 2018-ci ildə hakimiyyətə gəldiyi gündən deməli kilsəyə qarşı ciddi şəkildə mübarizə aparır. Kilsəyə qarşı ciddi şəkildə mübarizənin əsasını Paşinyanın dəqiq müəyyən etdiyi deməli bir faiz göstəricisi var. Bugün Qarabağ klan deyilən klan, yəni deməli Köçəryan və Sərkisyan deməli birliyi əslində Ermənistan daxilində cəmi 5-6% deməli səsə sahibdilər və onu da qeyd etmək istəyirəm ki, bu iki deməli keçmiş deməli eks-prezidentlərin heç də vahid cəbhədə çıxış etməməsi artıq görünür və görsənməkdədir. Bu zaman-zaman bir-birlərinin siyasətinin əksinə yönələn fikirlərinin olması, ayrı-ayrı fraksiyalar şəklində deməli fəaliyyət göstərməsi və sair məsələlərdə. Deməli, ən ciddi problem qalır kilsə. Ermənistanda illərlə kilsənin dövlət funksiyasını yerinə yetirməsi, Ermənistan əhalisində çox ciddi şəkildə bir iz buraxıb bu məsələlərlə bağlı və əslində Paşinyan özü üçün ən ciddi təhlükəni kilsədə görür. Eks-prezidentlərlə bağlı bilirsiniz ki, hətta küçə jargonlarından istifadə edərək onların aşağılanması, onlara qarşı hər hansı bir deməli fikirlərin səsləndirilməsi, tənqid, hətta təhqirə keçiləcək bir fikirlərin səsləndirilməsi əslində Paşinyanın bir vaxtı deməli çox yaxın münasibətli olduğu, özünün lider hesab etdiyi Petrosyanı da keçmiş eks-prezidentlərlə, yəni üç prezidentin üçünə qarşı eyni mövqedə çıxış etməsi onları özünə rəqib hesab etməsindən əlaqədardır. Onlarla yolunun uzlaşmamasından əlaqədardır. Siz qeyd etdiniz, 2020-ci ildə 44 günlük müharibə dönəmində, 2022-ci il deməli hadisələri zamanı Petrosyan Paşinyanın xilas körpüsü rolunu oynamışdı. Bəli, onu müdafiə edən bəyanatlar vermişdi, bu istiqamətdə çıxışlar etmişdi. Amma söhbət ondan gedir ki, bugün Paşinyan dəqiq bilir ki, Lavrovun, onun ardınca isə Matviyenkonun deməli Ermənistana səfərindən sonra artıq Rusiyaya bağlı olan müxalif camiyə Paşinyana qarşı ciddi təhlükə yaratmaq imkanları var. Paşinyan məhz bu təhlükəni hiss etdiyi üçün, çünki Paşinyan daxili konjunkturanı əla bilən adamdır. Paşinyanda bu məsələlərlə bağlı kifayət qədər ciddi informasiyalar var və mən düşünürəm ki, Paşinyan özü üçün təhlükənin hardan gəldiyini bildiyi üçün birinci şəkildə
kilsənin müqəddəslik obrazını aradan qaldırır. Çünki söylediği hər bir fikir əslində 100 illərlə belə deyək də erməni cəmiyyətinin beynində özünün müqəddəslik obrazını yaratmış kilsənin o müqəddəslik obrazını dağıdır. İkinci bir tərəfdən isə özü üçün ən qatı rəqib, hətta düşmən çərçivəsində, düşmən səviyyəsində hesab etdiyi rəqibin belə sıradan çıxırılması ilə bağlı addımlar atır. Qarşı tərəfdə o cümlədən də Petrosyan Paşinyanın onunla daha yollarının birləşməyəcəyini fərqindədir və o baxımdan da kilsəyə dəstək verməkdə davam edir. Maraqlı məqam. Buna qısa cavab alacağım çünki yeni xəbərlər var. Azərbaycan cəmiyyətində, Azərbaycan siyasi elitasında bəzi siyasətçilər, politoloqlar bu düşüncədədir ki, əslində Paşinyan da bu oyunun içərisindədir. Rusiya tərəfindən qurulan bir səhnə var, tamaşa var və biz bu tamaşanı izləyirik. Məqsəd sülh müqaviləsini imzalamamaq, Azərbaycan şərtlərini yerinə yetirməməkdir. Razısınızmı bu fikirlə? Əslində sülh müqaviləsinin imzalanması Ermənistan üçün daha məqsədə uyğundur və Ermənistan bir an öncə bu müqaviləni imzalasa, belə deyək də, illik yalnız deməli Zəngəzur dəhlizindən 150-180 milyon dollar vəsaitin əldə olunmasını deməli şərait yaradır. O qazancı deməli əldə etmək imkanları var. Paşinyanın oynamasına gəldikdə isə Paşinyanın illərlə müxtəlif deməli stollarda oturması, müxtəlif belə deyək istiqamətlərdə yer alması məsələsi bizim üçün təsadüfi deyil. Amma bu məsələdə isə mən Paşinyanın Rusiyanın oyunu içərisində olduğuna inanmıram. O mənada inanmıram ki, çünki əks tərəflə Paşinyan arasında o qədər dərin uçurum var ki, yəni bu uçurumun aradan qaldırılması, bu uçurumun yox olması məsələsi yaxın günlərin yox etsə illərin də deməli məsələsi deyil. Çünki Paşinyan özü o qüvvələri inqilabi yollarla devirərək hakimiyyətə gəlmiş bir siyasətçidir və mən Paşinyanın zaman-zaman Rusiyanın oynadığının da fərqindəyəm. Hətta Rusiya-Ermənistan münasibətlərində mən dəfələrlə qeyd etmişəm ki, Paşinyan Rusiyadan %100 ayrılmaqla bağlı heç bir düşüncəsi yoxdur. Çünki ölkə iqtisadiyyatının 80%-ə qədər Rusiya bağlı olan deməli iqtisadiyyatdır. Hərbi cəhətdən, digər cəhətdən, amma bu məsələdə Rusiya ilə Paşinyanın Qarabağ klanı və eyni zamanda kilsə ilə birlikdə oynadığı oyun olması inandırıcı fakt deyil. Aydındır. Bu arada Paşinyan ən son paylaşımında Gorusda olduğunu yazmışdı. Ermənistan mediası Sputnik Armeniya yazdır ki, Araratda olarkən Paşinyanın kortejin qəzaya uğrayıb. Daha doğrusu Hraparak nəşri bu barədə yazır. Armaş kəndi yaxınlığında avtomobillərdən biri aşıb. Vətəndaşlardan Yuri Şahnazaryan xəsarət alıb, xəstəxanadadır. Həmin şəxsin təhlükəsizlik işçilərindən biri olduğu bildirilir. Daha sonra isə Ermənistanın, daha doğrusu Paşinyanın mətbuat katibi məlumatları təksib edib və qeyd edib ki, yayılan məlumatlar həqiqətə əks etdirmir. Təbii ki, indi bundan təksib gəldi, xəbəri gördük. Sadəcə olaraq ağlarda sual var. Paşinyana sui-qəsd məsələsi gündəmə gələ bilərmi? Yəni, bu bir sui-qəsd kimi ola bilərmi? Mən biraz öncə qeyd etdim ki, əslində Paşinyan və eyni zamanda əks cəhdə ilə hətta ölkə daxilində silahlı qarşıdurmanın olması mümkün olan variantdır. Paşinyanın həyatına sözsüz ki, zaman azaldıqca sui-qəsd cəhdlərinin olması mümkün variantdır. Bu Rusiyanın əslində işlətmədiyi variant deyil. Bu Rusiyanın illərlə yox, 10 illərlə, 100 illərlə tətbiq etdiyi variantdır. Bilirik ki, Ermənistan müxalifəti Rusiyanın nəzarəti altındadır, Rusiyanın diktəsi işləyir. Rusiyanın ən gözəl bacardığı işlərdən biri terror aktlarının hazırlanması, həyata keçirilməsi məsələsidir və erməni ictimaiyyəti içərisində bu aksiyanın, bu hadisənin həyata keçirməsi üçün yüzlərlə deyil, minlərlə deyil, 10 minlərlə insanın tapılması da mümkündür bu məsələlərdə. Çünki erməni xalqı hətta imperiyaların dağılmasında belə istifadə olunmuş xalqdır. Bu tip məsələlərdə də yəqin ki, istifadə olunması mümkündür. Zaman-zaman deməli bu cür informasiyalar olacaqdır. Tərəflər arasında söz dueli eyni zamanda paralel olaraq informasiya müharibəsində çevriləcəkdir. Bir-birinin şəxsiyyətinin alçaldılması, reytinginin aşağı salınması ilə bağlı bu tip informasiyalar sözsüz ki, dövrüyə buraxılacaqdır və mən Paşinyanla bağlı məsələlərdə isə Paşinyanın həyatı əvvəlkindən daha çox təhlükədə olmaq imkanları və yaxud belə deyək də şansı
daha yüksəkdir, faiz göstəricisi daha yüksəkdir. Lavrovun xatırlatma etməsi Azərbaycan ərazilərinin Rus silahları vasitəsilə işğal olunması, onun ardınca Matviyenko'nun gəlməsi yəqin ki, hələ Rus diplomatlarının, siyasətçilərin Ermənistana gəlişi, bu istiqamətdə mesajların verilməsi yəqin ki, davam edəcəkdir və bütün bunlar dediyim kimi Ermənistanda seçki öncəsi siyasi həyatın daha qaynar mərhələyə keçməsinə, eyni zamanda bir-birlərinə qarşı terror aksiyalarının olması, kütləvi həbslərin baş verməsi, silahlı qarşıdurmaların olması qaçılmaz bir hadisəyə çevrilə bilər. Təşəkkür edirəm. Minnətdaram dəyərləndirməniz üçün Bakir bəy. Qeyd etdiyimiz kimi Ermənistan daxilində gələn məlumatları diqqətinizə çatdırdı. Bir daha başlığı vermək istəyərdim, xahiş edəcəm. Belə ki, Raparak nəşrin yaydığı məlumata əsasən Paşinyanın da olduğu kortej qəzaya uğrayıb və həmin qəzada təhlükəsizlik işçilərdən biri yaralanıb. Daha sonra isə Paşinyanın mətbuat katibi yayılan məlumatları təksib edib və bu məlumatın həqiqətə uyğun olmadığını dilə gətirib. İsraildən ard-arda bir növ təhdidvari açıqlamalar var. İsrailin Müdafiə Naziri Katz, orduya azadlıq donanmasının koalisiyasına məxsus olan və iqlim fəalı Greta Thunbergin də olduğu gəminin Qəza sahillərinə çatmasına icazə verməməyi və eyni zamanda bunun üçün lazım olan tədbirlər görməyə tapşırıb. Bu barədə o X səhifəsindəki paylaşımında yazıb. Katz, Greta'ya və onun dostlarına geri dönməyi məsləhət görüb. Onların Qəzaya çatmayacaqları barədə xəbərdarlıq edib. Nazir vurğulayıb ki, İsrail dənizdə, havada və quruda blokadanı yarmaq və ya terror təşkilatlarına kömək etmək cəhdlərinə qarşı hərəkət edəcək. Qeyd edək ki, yardım aparan gəminin yaxın 48 saat ərzində Qəza sahillərinə çatması planlaşdırılır. Gəmidə Fransa və İsveç vətəndaşları, o cümlədən bir sıra diplomatlar da yer alır. Bəli, əminik ki, Greta bunu doğrudan da humanist bir addım kimi edir. Çünki Greta'nın bəzi addımlarını biz yaxşı xatırlayırıq, xüsusən də COP29 ərəfəsində. İsrail Müdafiə Qüvvələri Həmasın Qəzadakı hərbi qanadının rəhbəri Məhəmməd Sinvarın meyitinin Xan Yunisdən çıxarıldığını təsdiqləyib. Bu barədə Yerusəlim Post məlumat paylaşıb. Bildirilib ki, Məhəmməd Sinvarın meyti Xan Yunisdəki xəstəxananın altındakı kompleksdən digər 10 terrorçunun meyti ilə birlikdə çıxarılıb. Məhəmməd Sinvar mayın 13-də Xan Yunisdə İsrailin hava hücumu nəticəsində öldürülüb. Ard-ardı məlumatları diqqətinizə çatdırmışdıq. Fələstin, daha doğrusu Fransa Fələstini tanıyacaq deyə. İsrailin baş naziri Benyamin Netanyahu etiraf edib ki, Qəzzada cinayətkar qrupların dəstəyindən istifadə edib. Bu isə o deməkdir ki, Netanyahu hökuməti təhlükəsizlik rəsmilərinin məsləhəti ilə anklavda nüfuzlu yerli kriminal klanları aktivləşdirmiş olub. İsrailin Qəzzadakı hərbi əməliyyatlarına sadəcə olaraq bəyanatlar şəklində reaksiya verən qərb dövlətləri Fələstinin müstəqilliyinə kimi biz addımlarını təxirə saldığını görmüşük. BMT-nin Fələstinin tanınmasına həsr olunacaq sessiyasında konkret olaraq sənəd də qəbul olunmayacaq. Guardian nəşrinin adının açıqlanmasını istəməyən diplomatik mənbələrdən əldə etdiyi məlumata görə Fransa və Britaniya əvvəl bəyan etdikləri kimi Fələstini dövlət olaraq tanımağa hazır deyirlər. Görünən odur ki, Fələstinin tanınması mənəvi əxlaqdır deyən Fransa prezidenti Emmanuel Macron konferans ərəfəsində mövqeyində bir qədər dəyişiklik edib. Eləcə də Britaniya. Və Fransa Xarici İşlər Naziri Baronun sözlərinə görə Fələstinin müstəqilliyi Fransanın bütün qərb dövlətləri ilə birlikdə tanıyacağı addımdır. Təhlilçilər hesab edir ki, Fransa mövqeyindəki dəyişikliyə səbəb Netanyahu hökumətinin təzyiqləridir. Bəs mümkündürmü? Yəni bu təzyiqlər daha hansı ölkələri geri addım atmağa məcbur edəcək? İzləyək. Əl-Cəzirə xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Həmasla mübarizədə Qəzzada kriminal dəstələrdən istifadə etdiyini bildirib. O, belə bir qərarı hökumətdə təmsil olunan təhlükəsizlik rəsmilərinin məsləhəti ilə alıb və nəticədə anklavda nüfuzlu yerli kriminal klanları aktivləşiblər. Associated Press-in əldə etdiyi məlumata görə Netanyahunun nəzərdə tutduğu qruplardan biri Rafatdakı yerli cinayətkar klanının rəhbəri Yasir Əbu Şababın rəhbərliyi etdiyi Qondarma Xalq
qüvvələridir. İsrail müxalifətinin mövqeyinə yer verən Əl Cəzirə isə yazır ki, nə İsrail hökuməti, nə də İsrail kabineti ilə qrupa dəstək verməklə bağlı heç bir məsləhətləşmə aparılmayıb. Toprak genişleme politikalarına odaklanmış bir İsrail var. Sadece 1948'de bu uluslararası alanda kendini net olarak gösterdi ve 1948'den bu yana da Filistin toprakları üzerinde İsrail'in yayılım politikasını net bir şekilde görüyoruz. İşte Gazze konusuna baktığımızda esasında son dönemde bizim belki de en fazla dikkat etmemiz gereken konulardan biri Netanyahu'nun açıklamalarında suç şebekesi itirafının olduğunun görülmesi. Çünkü uluslararası hukuk noktasında biz bunun büyük bir ihlal olduğunu görüyoruz. Fakat karşımızda İsrail eylemleri söz konusu olunca zaten buradaki temel durumun uluslararası hukuk normlarının ve uluslararası hukuk şartlarının tamamen yok edildiği ve çiğnendiği, ihlal edildiği bir süreç olduğunu da maalesef ki hepimiz yine eş zamanlı olarak görüyoruz. İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz olaraq Fransa və Britaniyanın Fələstini tanıyacaq kimi bəyanatları da söz olaraq qalmaqdadır. Belə ki, Guardianın anonim qalmasını istəyən diplomatik mənbələrdən əldə etdiyi məlumata görə Fransa və Britaniya Fələstinin müstəqilliyini tanımayacaq. Qərb diplomatlarının fikrincə Fələstin dövlətinin tanınması onun ambisiyalarını zəiflədə bilər. Amma New Yorkda keçiriləcək görüşdə digər qərb ölkələri ilə birlikdə bu məqsədə doğru addımlar atıla bilər. Hərçənd Fələstin dövlətinin tərəfdarları ümid edirdilər ki, Fələstinin müstəqilliyi bu ay Fransa və Səudiyyə Ərəbistanı ilə birgə təşkil edilən konfransda qərb dövlətləri tərəfindən tanınacaq. Amma Guardian nəşrinin əldə etdiyi məlumata əsasən iyunun 17-dən 20-sinədək BMT-də keçiriləcək konfransın məqsədləri dəyişdirilib və gözlənildiyi kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa və İngiltərə Fələstini bir dövlət kimi tanıyan birgə bəyanat verməyəcəklər. Bugün Fransa'nın duruşu kesinlikle kabul edilebilir bir duruş ama son dönemde eğer yine Netanyahu yönetiminin etkisinde, İsrail'in etkisinde kalıp da bu konuda gerim atarsa Fransa'nın da sözde bir cümle ya da Macron'un sözde bir cümle kullandığının kanıt olmuş olur. Bu da gerçekten demokrasinin, devrim hareketlerinin, milliyetçilik akımını başlatan bir milletin, bir devletin yüz karası olur. İspanya ve İrlanda'da olduğu gibi eyleme dökülmesini bekliyoruz ki Birleşmiş Milletler Güvenlik Konseyi bağlamında İngiltere ve Fransa gibi iki aktörün Filistin'in tanınmasının uluslararası hukuk noktasında doğuracağı sonuçların çok daha önemli olacağını hepimiz öngörüyoruz. Neticede burada devam eden süreç sadece diplomatik ve siyasi değil, aynı zamanda da Filistin halkı için uluslararası hukuk bağlamında sonuçlarını net bir şekilde ortaya koyup İsrail'in bölgede devam ettirdiği politikaları sonuçlandıracak ve İsrail'in gerek Gazze, gerek Batı Şeria, gerekse de Lübnan'da devam ettirdiği saldırgan tutumlarını sona erdirecek bir adım olacaktır. Ancak şu ana kadar taraflardan net hukuki zeminde atılan bir adımı maalesef ki göremedik. BMT-də Fələstin dövlətinin tanınması ilə bağlı planlaşdırılan konfransın təşəbbüskarları Fransa ilə Səudiyyə Ərəbistanıdır və bir qədər əvvəl Fransa prezident Emmanuel Macron Fələstinin tanınması mənəvi əxlaqdır kimi bəyanatlar verirdi. Fransız rəsmiləri isə son brifinq zamanı İsraillə həmkarlarını inandırmağa çalışıblar ki, konfrans iştirakçıları Fələstini bir dövlət kimi tanımayacaqlar. Fransa diplomatiyasının rəhbəri Jean-Noël Barrot bildirib ki, rəsmi Paris Fələstin dövlətini tək tanımağa hazır deyil və bu, digər qərb dövlətləri ilə birlikdə mümkündür. Bu arada yeni xəbərlər var, onu diqqətinizə çatdırım. Hazırda Birləşmiş Ştatların dövlət katibi ilə Fransanın Xarici İşlər Naziri arasında telefon danışığı olub. Telefon danışığının əsas məqsədi Ukraynanın müharibəni meydanda davam etdirməməsi yönündədir. Belə ki, yayılan məlumatlar əsasən, daha doğrusu Ukraynanın apardığı müharibə ilə bağlı danışıqlar həyata keçirilib. Dövlət Departamentinin məlumatına görə telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması istiqamətində atılan addımlar müzakirəyə çıxarılıb. Rubio, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların davam
davam etməsini və bunun davamlı sülh üçün önəmli bir addım olduğunu dilə gətirir. Və bir tərəfdən də bu arada məlumatlar paylaşılır. Gərginliyin bir mərkəzdə Elon Musk və Trump arasındadır dediyi az əvvəl sujeti də ekranlara gətirdi. Belə bir iddialar, Politico nəşri bir iddia ilə çıxış etdi ki, Elon Musk və Trump'ın nümayəndələri arasında telefon danışığı həyata keçirilib və bu telefon danışığının ardınca sosial media üzərində bir-birinə yönəlik tənqidi fikirlərin bu istiqamətdə davamlı olaraq paylaşımlar edilmir. Ancaq bu məlumat da təkzib olundu. Fox News-ə müsahibə verən Ağ Ev mətbuat katibi Caroline Leavitt bildirib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump yaxın günlərdə Elon Musk'la telefonla danışmağı planlaşdırmır. Düşünmürəm ki, belə bir addım atmaq niyyətində olsun Birləşmiş Ştatlar prezidenti Donald Trump. Bir daha hatırladaq ki, Amerikanın Politico qəzetinin daha əvvəldə yazdığı kimi Trump və Musk'ın nümayəndələri arasında telefon danışığı olub və bundan sonra Birləşmiş Ştatlar prezidenti və məşhur milyarder sosial şəbəkələrdə sərt bəyanatlar mübadirəsini dayandırıblar. Belə açıqlamaları diqqətinizə çatdırdıq. Qazaxstanda hərbi hazırlıq var. Xüsusən də Zelenski açıqlama vermişdi. Ukraynadan sonra növbəti hədəf bir sıra ölkə olacaq, amma onun başında Qazaxstan dayanır. Bunun ardınca Tokayev həmlə etdi, Müdafiə Nazirliyi yenilədi və orduya hazırlıq tapşırığı verdi. Nə baş verir? Ukraynadan sonra növbəti hədəf Qazaxstandırmı? Müzakirəsini aparacaq, amma qısa reklam fasiləsinin ardınca. Sant College Cambridge Universitetinin tədris metodikası əsasında milli ingilis dili ədəbiyyatlarını Azərbaycan şagirdlərinə təqdim edib. Bu mühüm təşəbbüs dil öyrənmə prosesini həm akademik, həm mədəni baxımdan daha da zənginləşdirir. Yeni Ariel renkləri qoruyarkən həm də dərindən təmizləyə bilər. Gəlin yoxlayaq. Ariel maye yuyucu soyuq suda belə ləkələri aradan qaldırır. Üstəlik, renklərin parlaqlığını yeniləyir. Ariel canlı parlaq renklər. Antalya, Alanya, Bodrum, Marmaris, Fethiye istiqamətlərinə endirimli qiymətlərlə erkən rezervasiyalar davam edir. İndi bron edin. 30% ilkin ödəniş. Qalan məbləği isə faizsiz, hissə-hissə ödəmə imkanı. Navi Travel, sizin səyahət bələdçiniz. Ətraflı məlumat üçün 077 550 1111. Zamanını maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş xarici və yerli telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film telekanallarını seyr etməkdən həzz alacaqsınız. Bizə qoşulmaq üçün Bakı və Abşeronun istənilən nöqtəsindən 996 qısa nömrəsinə zəng edib sifariş verin və 24 saat ərzində şəbəkəyə qoşulun. ATV Plus, zamanın nəbzi. Argan Vita'dan yenilik. Bütün saç növləri üçün mixək, zeytun, gicitkən, sarımsaq, çoban yastığı və lavanda tərkibli saç tökülməyə və kəpəyə qarşı yeni növ şampunlar. Tərkibi bitki ekstraktları, argan yağı və çox sayda bioaktiv maddələrlə zəngindir. İstifadə zamanı saç köklərini gücləndirir, saçların sıxlığını bərpa edir və saç tökülməsinin qarşısını alır. Başda olan qaşınmanı aradan qaldırır və kəpəyin əmələ gəlməsini önləyir. Qiymətləri çox münasibdir və gündəlik istifadə üçün ideal bir vasitədir. Argan Vita şampunları canlandırır saçları. Apteklərdən soruşun. Evinizə gedən yol 6000 ilkin ödənişdən keçir. Jasmin Park Xırdalanda 2 və 3 otaqlı mənzillər 6000 ilkin ödənişlə. İstər nağd qiymətindən 4 illik faizsiz alın, istərsə də uzun müddətli alın. Tək şərtimiz indi alın. Bəlkə draft içək. Azərbaycanın bir nömrəli pivə brendindən yenilik. Xırdalan Draft.
süzülmüş pivə, rahat tərzdə. Bu yayın lezzetini karşıla. Qaraçay ve serin qarpız dadı. Fuse Tea, möhtəşəm harmoniya. Qarpız dadını kəşfedin. Alergiya sizi narahat edir? Otrivin 2 dəqiqəyə burnu açır, 12 saata qədər təsir edir. Otrivinlə rahat nəfəs alın. Ən isti günlərdə sərinliyin dadını hiss et. Heç vaxt olmadığı kimi ferahla. Yayındadır Cool Ice'la. Cool Ice, yayın sərinlədən dadı. Carte Noir təqdim edir. White Coffee, zərif zövqanı və incə dadı. İçkinin qaymaqlı şirinliyindən həzz alın. Carte Noir White Coffee, həzzin incə dadı. Rifel'lə yayın istisini hiss etməyəcəksən. İndi ayda cəmi 24 manat ödəməklə Rifel kondisionerlərinə sahib ola bilərsiniz. Üstəlik, məhsulun qiymətinin 10% dəyərində hədiyyə də sizi gözləyir. Modellər məhdud saydadır. Fürsəti qaçırmayın. Siliton, telefon 180, rəsmi sayt siliton.az. Bugün biz Rexona'nın təkmilləşdirilmiş formulunun təsirini sınayacağıq. Görək o, çətin şəraitdə belə nə qədər effektivdir. Yeni nəsil Rexona'nın tərdən və qoxudan etibarlı müdafiə müddəti 72 saatdır. Öz ritmində hərəkət et. Rexona heç zaman darda qoymaz. Qısa reklam fasiləsinin ardınca efirimizin ikinci hissəsi ilə qarşınızdayıq. Ölkə və dünyanın siyasi gündəminə nəzər yetirəcəyi gün hansı hadisələrlə yadda qaldı? Efirimizin birinci hissəsində bir qismindən danışdıq. İkinci qismindən nədən danışacağıq? Anonslara diqqət yetirək. Zelenskinin Rusiyanın növbəti hədəfi Qazaxıstandır açıqlamasından sonra Tokayevdən həmlə gəldi. Ölkə prezidenti müdafiə naziri postunda dəyişiklik etdi. Döyüş hazırlığının artırılmasına dair də tapşırıq verdi. Qazaxıstan prezidenti Ukrayna liderinin xəbərdarlığından dərs mi çıxarır? Rusiyanın ola biləcək hücumuna hazırlıq mı gedir? Birazdan biləcəksiniz. Almaniya bunker və bomba sığınacaqlarını artırmağı hədəfləyir. 2028-ci ilə qədər Rusiya ilə mümkün münaqişəyə hazır olmaq üçün yenidən silahlanma planı nəzərdən keçirilir. Bəs ekspertlər nə deyir? Berlinin əlində hərbi hazırlığı vacib edən hansı kəşfiyyat məlumatları var? Tehranın Təl-Əvivin nüvə planlarına dair məxfi sənədləri ələ keçirdiyi deyildi. Detalları açıqlanan gizli əməliyyat İsrail kəşfiyyatına ciddi zərbə kimi qiymətləndirilir. Məxfi sənədlərdə hansı məlumatlar var? İran bundan şantaj kimi istifadə edəcəkmi? Birazdan biləcəksiniz. Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçirib. Dəməşq ətrafı, Homs və Homs ətrafı vilayətlərdə Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər şüarı altında yardım fəaliyyəti təşkil olunub. Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü ilə və təşkilatçılığı ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Həmin ailələrin böyük əksəriyyətinin uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çox uşaqlı qadınlar təşkil edib. 2 gün ərzində ümumilikdə təxminən 1500 insan yardım fəaliyyətindən yararlanıb. Paşinyana nəzər yetirəcəyi son gələn məlumata əsasən Araratda olarkən Paşinyanın korteji qəzaya uğrayıb. Belə ki, Hraparak nəşri yaydığı məlumata görə Sünik rayonundan qayıdan Paşinyanın korteji Armaş kəndində qəzaya düşüb. Mühafizəçilərdən biri isə yaralanıb. Xəbərdə bildirilir ki, Paşinyanın korteji Yurik Şahnazaryan adlı yerli sakinin üzərindən keçib.
O, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, Paşinyanın kortejinin iştirakı ilə baş verən ilk qəza hadisəsi deyil. Bir neçə il əvvəl Ermənistan liderinin korteji hamilə Sona Mnatsakanı vurub və o dünyasını dəyişib. Məlumatı Hraparak nəşri paylaşsa belə, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi təksib etdi. Qeyd etdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Qazaxıstan prezidenti Kasım-Comart Tokayev, müdafiə naziri Ruslan Jaklovskaya, eləcə də əvvəllər töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi tutduğu vəzifədən azad edib. Bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat paylaşıb. Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini, Qazaxıstanın silahlı qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının baş komandanı vəzifəsində çalışan Darun Kasanovu təyin edib. Dövlət başçısının mətbuat xidməti hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə məlumat verməyib. Tokayev yeni bu təyinatlarından sonra ölkənin müdafiə nazirinə tapşırıqlar verib. Bu barədə açıqlamalar gəldi. Yeni müdafiə naziri təyin olunan şəxsə, yəni Darun Kasanovu qəbul edib. Görüş zamanı dövlət başçısı müdafiə nazirinə bir sıra konkret tapşırıqlar verib. Tapşırıqlar arasında ordu birləşmələrinin döyüş hazırlığının artırılması, idarə etmə sistemində rəqəmsal həllərin tətbiqi, xüsusi əməliyyat qüvvələrinin imkanlarının genişləndirilməsi, həmçinin hərbi infrastrukturun müasirləşdirilməsi kimi məsələlər yer alıb. Dediyimiz kimi xatırladaq, sözü gedən şəxs, yəni yeni təyin olunan nazir əvvəl müdafiə nazirinin müavini və hava hücumundan müdafiə qüvvələrinin baş komandanın vəzifəsində çalışıb. Rusiya-Ukrayna cəbhəsinə nəzər yetirəcəyi Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətində irəliləyişi Vaşinqtonun müharibəni dayandırmaq üzrə danışıqları kontekstində strateji əhəmiyyət kəsb edir. Le Monde nəşri yazır ki, bazar günü səhər bu irəliləyişi dəstəkləmək üçün heç bir əyani sübut yox idi. Ukraynanın hərbi analitika qrupu Deep State Moskvanın bu inzibati sərhədi keçməsini hələ qeydə almayıb. Lakin son xəritə yenilənməsi Rusiya qoşunlarının Dnepropetrovsk bölgəsinə çox yaxın olduğunu göstərib deyə məlumatda vurğulanır. Rusiya ordusunun irəliləməsinə dair ölkənin Təhlükəsizlik Şurasının sədri müavini Dmitri Medvedevdən açıqlama gəlib. Məlumat verib ki, Rusiya ordusu Dnepropetrovsk vilayətində hücum əməliyyatları keçirməyə başlayıb. Daha geniş şəkildə nəzər yetirək. Danışıqlar zamanı hərbi əməliyyatların real şəraitini nəzərə almaqdan imtina edən hər kəs cəbhədə dəyişmiş vəziyyətlə üzləşəcək. Rusiya artıq Ukrayna hakimiyyətinə xəbərdarlıq edib deyə Medvedev açıqlamasına vurğulanıb. Hətta bunun strateji əhəmiyyəti ilə bağlı artıq analitiklər o fikirdədir ki, əgər Dnepropetrovsk istiqamətində Ukrayna tərəfi, daha doğrusu Rusiya tərəfi irəliləməyə doğru davam edərsə, bunun xüsusən də burada hərbi nəqliyyatın hərəkəti ilə bağlı, eyni zamanda təminatların çatdırılması ilə bağlı müəyyən bir çətinliklə üzləşə bilər. Medvedev qeyd edib ki, bu istiqamətdə dəyişmiş bir vəziyyət var cəbhədə. Bununla bağlı da artıq Ukrayna hakimiyyətinə xəbərdarlıq edilib. Ancaq hazırda tikan üstündə oturan təkcə Ukrayna tərəfi deyil, eyni zamanda bir sıra Avropa ölkələrini də görürük. Almaniya Rusiya ilə artan müharibə təhlükəsi fonunda bunkerləri və bomba sığınacaqlarını artırmağı planlaşdırır. Guardian nəşri yazır ki, Almaniya silahlı qüvvələri qarşıdakı bir neçə il ərzində baş verə biləcək mümkün münaqişəyə hazırlaşır. Məlumatda qeyd olunur ki, soyuq müharibə dövründə qalan təxminən 2000 bunker və sığınacaq otağından yalnız təxminən 580 işlək vəziyyətdədir. Digərləri isə bahalı yenidən qurmaya ehtiyac duyur. Hazırki bunkerlər təxminən 480 min nəfəri qəbul edə bilər ki, bu da Almaniya əhalisinin cəmi 0,5%-ni təşkil edir. Az sonra sujetimiz olacaq. Almaniya bir tərəfdən də 2028-ci ilə qədər hazır olmalı deyir. Qarşıda 3 ilimiz var və biz Rusiyanın hücumuna hazırlaşmalıyıq. Hansı kəşfiyyat məlumatlar əsasında bu hazırlığı sürətləndirir rəsmi Berlin? Birazdan bu barədə biləcəksiniz. Fransada isə Rusiya qarşı birbaşa hərbi qarşı durmaya hazırlıq məqsədi daşıyan təbliğat kampaniyası aparılır. Açıqlama Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Philippotdan gəlib. O bildirib ki, televiziya kanallarında müharibə ideyası geniş miqyaslı şəkildə təbliğ olunur. Fransanın Rusiyaya qarşı rəsmi şəkildə silahlı qarşı durmaya sürükləmək məqsədi ilə ağla sığmaz təbliğat kampaniyası həyata keçirilir deyə açıqlamada vurğulanır. Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban da oxşar bəyanatla çıxış edərək Avropa İttifaqı rəhbərliyinin Rusiyaya qarşı müharibəyə hazırlıq planı üzərində işlədiyini və bu prosesdə əsas rolu Ukraynanın olduğunu dilə gətirmişdi. Belə açıqlamaları diqqətinizə çatdırdıq. Yəni, biz
biz nəzərləri Rusiya-Ukrayna cəbhəsində gələn ən son məlumatlara yönəldirik. Amma biz paralel olaraq dediyimiz kimi həm Baltik ölkələrində, həm dediyimiz kimi bir çox Avropa ölkələrində müharibənin, xüsusən də hərbi hazırlığın ən yüksək həddə çatdırıldığını gördük. Britaniya bu addıma getdi. Almaniyadan davamlı olaraq bu açıqlamalar gəlir. İkinci Vətən müharibəsindən sonra, İkinci Dünya müharibəsindən sonra heç olmadığı qədər yenidən silahlanır. Hətta zaman-zaman açıqlamalar da gəlir, yenidən Almaniya və Rusiya üz-üzə gələrmi deyə. Amma burada biz də davamlı olaraq bu müzakirəsini aparmışıq. Əgər Rusiyada, daha doğrusu Ukraynada Rusiya istəyini alarsa, növbəti hədəf hansı ölkə ola bilər? Bir çox ölkənin adı çəkilir. Burada Rusiyanın marağı olan ölkələrdən söhbət gedir. Zelenski təxminən bir həftə öncə bir açıqlama verdi. Təkcə biz hədəfdə deyilik. Bizdən sonra Rusiyanın hədəfləri olacaq ölkələr çoxdur. Almaniya, Litva, Latviya, eyni zamanda Polşa və Qazaxıstan. Amma ən əsası Qazaxıstan dedi. Bunun fonunda təsadüfüdür. Müdafiə naziri dəyişdirilir və təyin olunan yeni şəxs də hərbi sahədən olan bir şəxsdir, yəni hərbiçidir. Eyni zamanda və ordunun gücləndirilməsi tapşırıq verilir. Danışacaq bu barədə siyasi analitik Elçin Aloğlu hazırda bizi canlı bağlantıda gözləyir. Elçin bəy, salamlayırıq sizi, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun, sizi və tamaşaçıları salamlayıram. Təşəkkür edirəm. Zelenskinin açıqlamasından sonra Qazaxıstandakı dəyişiklik, müdafiə naziri xüsusi olaraq dəyişilir və ordunun gücləndirilməsi tapşırılır. Təsadüfdürmü, yoxsa doğrudan da Tokayev Putinin ola biləcək addımlarını hesablayıb? Məsələ burasındadır ki, bizim postsovet məkanında Britaniyanın sabiq baş naziri Lord Henry John Temple'ın yürütdüyü bir siyasətin istər-istəməz şahidi oluruq. Lord Temple tarixdə Lord Palmerston kimi qalmışdı. Ölkə və Britaniyanın baş naziri olmuşdu. Palmerston doktrinası deyilən bir maraq doğuran bir məsələ var və biz bütün dünyada həm siyasətçilər, həm siyasi analitiklər bunu Britaniyanın əbədi dostları yoxdur, Britaniyanın əbədi maraqları var doktrinası adlandırılır. Belə bir situasiyada təbii ki, Rusiyanın bundan sonraki hansı hədəfinin olacağını düşünmək, müzakirə etmək çox əlverişli bir məqamdır. Həm Rusiyanın özü üçün, həm Rusiyaya qarşı duran ölkələr üçün. Rusiyanın özü üçün ona görə maraqlıdır ki, Rusiyanın daxilində psevdopatriot və psevdo-vətənpərvər, saxta vətənpərvərlik duyğuları təbliğ olunur və eyni zamanda göstərilir Rusiya əhalisində ki, Rusiya hakimiyyəti o qədər zəif deyil. Ukrayna ilə bir işi bitirəndən sonra dırnaq arası Rusiyanın yeni hədəfləri ola bilər. Rusiya ilə Qazaxıstan arasında münasibətlərə gəldikdə, bəli, bu münasibətlər heç də normal deyil və burada günah Qazaxıstan tərəfi deyil. Rusiyanın daxilində Qazaxıstanın şimalında ərazi iddiaları irəli sürən siyasətçilər, siyasi analitiklər, millət vəkilləri və digərləri çoxdur. Fəqət bütün bunlar Rusiya və Qazaxıstan arasında vəziyyətin kazus belli, yəni müharibə doğuracaq situasiyaya çatacağı barədə deməyə qətiyyən və qətiyyən əsas vermir. Rusiya heç bir zaman Qazaxıstanla münasibətləri aşkar qarşıdurma səviyyəsinə çatdırmayacaq. Məsələ heç də ondan ibarət deyil ki, Rusiya Qazaxıstandan çəkilir və yaxud da Qazaxıstan buna ciddi müqavimət göstərəcək. Qətiyyən belə deyil. Rusiya və Qazaxıstan arasında münasibətlərin korlanması Avropa İttifaqının və ilk növbədə NATO-nun Mərkəzi Asiyada mövqelərinin avtomatik, hətta aksiyomatik olaraq möhkəmlənməsi deməkdir. Rusiya buna qətiyyən imkan verməyəcək. Əvvəlcə Səmərqənd sammitində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in, daha sonra isə Astanada keçirilən İtaliya Mərkəzi Asiya sammitində İtaliyanın baş naziri Giorgia Meloni'nin Mərkəzi Asiya ölkələrinin liderləri görüşündə səslənən fikirlər belə deməyə əsas verir. Avropa İttifaqı Mərkəzi Asiyada güclənmək və gücləndirmək niyyətindədir. Ölkələri gücləndirərək Rusiyaya qarşı qaldırmaq niyyətindədir. Rusiya bunu bilir. Və ona görə də Qazaxıstan seçiləcək, Qazaxıstanla münasibətlər pis olacaq. Bunlar kasıblar üçün rəvayətdir. Qazaxıstanda müdafiə nazirinin dəyişdirilməsi məsələsi sırf daxili siyasi konjunkturun doğurduğu bir məsələdir. Çünki müdafiə naziri son vaxtlar çox ciddi və kobud səhvləri yol vermiş. Birinci səhv, artıq 34 ildir ki, Qazaxıstanın Milli Hərbi Akademiyasında tədris prosesi Rus dilində aparılır. Bu yol verilməz bir məsələdir. Çünki Qazaxıstanın dövlət dili Qazax dilidir. Azərbaycan hərbiçiləri orada olarkən bildirmişdilər ki, biz ya təhsilimizi Azərbaycan, ya İngilis, ya Qazax dilində keçmək istəyirik. Və bu da bir siqnal edir. İkinci bir məsələ, Qazaxıstan Müdafiə Naziri və ümumiyyətlə hərbi sənaye kompleksi bütünlüklə sabiq prezident Nursultan Nazarbayevin adamlarının nəzarətində idi. Və cənab Tokayev də həmən sistemi sistemləşməyə yenidən çalışan güclərin əlindən almaq istəyir.
Bu qədər bəsit. Müdafiə Nazirinin dəyişməsini Qazaxıstanın militar, paramilitar və yaxud da aqressiv ərazi iddiaları birdən-birə əxz etməsi ilə bağlı deyil. Rusiyanın yeni hədəflərinə gəldikdə isə Rusiyanın ən böyük və yeni hədəfi əslində onun özü olmalıdır. Rusiya hərbi baxımdan güclənməyə çalışsa da və bəzi istiqamətlərdə güclənsə də hərbi, siyasi, iqtisadi və xüsusilə də geo-iqtisadi baxımdan çox zəif bir vəziyyətdədir. Rusiyadakı siyasətçilər bizi, Orta Asiyadakı ölkələri və xüsusilə də Moldova ilə Ukraynanı qorxutmağa çalışırlar ki, narahat olun, təlaş keçirin, hədəfdə sizsiniz. Biz bu nağıllara artıq inanmamalıyıq. Bu Rusiya şovinizminin, Rusiyanın neo-imper siyasətinin yeni hibrid savaşının tərkib hissəsidir. Rusiyanın nə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın aşkar qarşı durmaya getməyə gücü yoxdur, nə də Mərkəzi Asiyada. Mərkəzi Asiyada buna gedərsə, Mərkəzi Asiyanın bütün təbii torpaq elementlərindən, təbii resurslarından Rusiya məhrum olacaq. Unutmayaq ki, Rusiya artıq 17 ildir ki, Qazaxıstanın neft nəqlində rəsmi Astanaya ciddi problemlər yaradır. Həm Kaşagan yatağından olan qalmaqalda, həm Kazımlayqazda, həm digər məsələlərdə. Heç nə təsadüfi deyil ki, cənab Tokayev, Kasım-Jomart Tokayev çox ağıllı bir addım ataraq Qazaxıstanın əvvəllər imzaladığı renta müqavilələrini yenidən baxmağı təklif etdi, daha sonra tələb etdi və Qazaxstanda fəaliyyət göstərən əcnəbi neft şirkətlərini təxminən 1 trilyon dollara yaxın məhkəmə iddiası ilə üzbəüz qoydu. Belə bir şəraitdə Rusiyanın Qazaxstana qarşı hər hansı bir formada ekspansiya başlaması Rusiyanın Mərkəzi Asiya siyasətinin könüllü intiharı olacaq. Moskva buna getməyəcək heç vaxt. Növbəti hədəfin Azərbaycan olacağına gəldikdə isə, bəli, Azərbaycan və Rusiya arasında münasibətlər heç də yaxşı deyil. Bunu etiraf etmək lazımdır. Bunun günahkarı Bakı deyil. Rusiya həm təyyarə qəzası məsələsində, həm Rus evi məsələsində, həm digər məsələlərdə əlindən gələni edir ki, Azərbaycanda təzyiq göstərsin. Və bütün Rusiyanın patriarxı Kirillin bu günləri bəyan etməsi miqrantlarla bağlı ki, Rusiya öz identikliyini itirə bilər, bu yol verilməz bir bəyanat. Mən bunu sözün açığı yaraşdırmadım. Kirillə və din xadiminə yaraşmayan bir məsələdir. Ona görə tamaşaçılara mən rahat olmağı məsləhət görürəm. Rusiya o halda deyil ki, kimisə hədələsin. Sözdə bəli, sözdə onlar Nibura planetində ələ alırlar, sözdə onlar dünyanın yarısını ələ alıblar artıq. Bunlar hamısı sözdür. Sadəcə və sadəcə fransızlar demişkən, zötət palavr, yəni sadəcə boş sözlərdir. Aha, Elçin bəy, dediniz ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini hücum etməyəcək, bunu istisna edirsiniz. Amma bir tərəfdən biz nəyə görürük? Ardıcıl olaraq Avropa ölkələrinin Rusiyanın hücumuna hazırlaşmasını görürük. Yəni, Almaniya hazırda elə bir vəziyyət yaradıb ki, sanki müharibə bitdikdən sonra növbəti hədəf Almaniya olacaq. Bugün bir açıqlama ilə çıxış etdilər ki, bütün avadanlıqlarımızı hazır vəziyyətə gətirib çıxarmalıyıq. Ən az 2028-ci ilə qədər hərbi hazırlığımız ən yüksək səviyyədə olmalıdır. Bənzər açıqlamanı da və addımı da Böyük Britaniya atdı. Doğrudan da hazırda belə bir 3 ildən çoxdur davam edən bir müharibə var. Bu müharibədən çıxandan sonra Rusiya o potensialda olacaqmı? Sözü gedən ölkələrlə qarşı-qarşıya gəlsin. Yəni belə bir görüntü, belə bir tədirginlik nə üçün lazımdır? Yahudilərin çox qədim bir lətifəsi var. 5-ci mərtəbədə olan xanım, 1-ci mərtəbədə səkinə yolla gedən kişidir. Mən sizdən qorxuram. O deyir, niyə? Çünki məni qarət edəcəksiniz. Deyir, axı siz 5-ci mərtəbədəsiniz. Deyir, bu dəqiqə düşərəm aşağı. Bu qədim bir Yahudi lətifəsidir. Almaniyanın, Polşanın və digər ölkələrin amandı qoymayın, xortdandı gəldi, didarı yamandı qoyma gəldi. Mirzə Ələkbər Sabirin şeiri deyəsin, Alman və Polyak dillərinə tərcümə etmək lazımdır. Bu hekayədə xırs quldurbasan o qədər bəsit bir uşaq nağılıdır ki, buna inanmaq üçün mən Almaniyanın ən ucqar Wilşenstein dağında və yaxud da Bavariyada və yaxud da Württembergdə dağda yaşayan bir çoban olmalıyam. Məsələ bundan ibarətdir ki, Rusiya heç vaxt Almaniyaya hücum etməyəcək. Rusiyadan Almaniya strateji tərəfdaşdırlar. Almaniyada, Britaniyada, Norveçdə, İsveçdə və digər ölkələrdə hətta kölgəsindən qorxan və kölgəsi boyda olan Lüksemburqda belə sığınacaq hazırlıqları o qədər absurd bir məsələdir ki, sığınacaqda bombardmandan qorunmaq mümkün deyil, bu birincisi. İkincisi, müasir aviasiya bombaları, xüsusilə ağıllı bombalar sığınacaqları darmadağın etməyə imkan verir. Və üçüncüsü, bütün bu isteriya bunların xərclərinin hara getməsi barədə vətəndaş sorğularının, vətəndaş cəmiyyətindən gələn sualların qarşısını önləmək üçündür. Və nəhayət, mən paradoksal bir açıqlama vermək istəyirəm. Şəxsən mənim üçün və Avropada yaşayanlar üçün və dünya üçün ən təhlükəli məsələ Almaniyanın bu dəqiqə qollarını çirmələyərək militarlaşmağa başlamağı.
ərazilər. Rusiya dünyaya natsizm verməyib, Almaniya verib. Almaniya və Yaponiyanın indi vəziyyətdən istifadə edərək maksimum dərəcədə silahlanmağa başlaması çox təhlükəli və çox qorxulu bir məsələdir. Almaniya kansleri Merz hərbi xərcləri, daxili məhsulun təxminən 5%-nə çatdırmağı vəd edir. Bu çox pisdir. Çünki militarlaşmış Almaniya bütün Avropa üçün təhlükəlidir. O ki, qaldı sığınacaq məsələsində bəli, Finlandiyada, İsveçdə, Britaniyada da vərəqələr hazırlanır, Rusiyadan gələn təhlükə və s. Bilirsiniz, vətəndaşlar soruşurlar, Ukraynada müharibə gedir, başa düşdük. Benzin niyə bahalaşır? Qaz niyə bahalaşır? İşsizlik niyə həndəsə silsilə ilə artır? Niyə məmurlar öz işlərini görmürlər? Bütün bu suallara cavab vermək üçün hələ Mikhail Gertsen demişdi ki, iqtisadi çətinlikləri ört-basdır etməyin ən yaxşı yolu saxta vətənpərvərlikdir. Bax, bunlar bu dəqiqə həm saxta vətənpərvərlik edirlər, həm də olmayan təhdiddən və təhlükədən yaşayırlar. Rusiya Almaniya ilə necə müharibə apara bilər? Nə ilə müharibə apara? Hansı üsulla müharibə aparacaq? Bunu zəhmət olmaz o hərbi ekspertlər anlaşırlar. Başa düşürəm, Polşada istiriyadır. Polşada həmişə istiriyi olub. Reç Paspolita, Rusiyanın adı bizimdir, Ukraynanın yarısı bizimdir. Əslində baxsa qanunla Lvov şəhəri heç və Ukrayna şəhəri oldu məsələn. Amma bu demək deyil ki, Ukrayna öz ərazilərini könüllər çəkilməlidir. Xeyr, Ukrayna öz ərazilərini bərpa etməlidir. Həqiqət bilirsiniz nədir? Həqiqət odur ki, Vladimir Zelenskini bu dəqiqə sındırmağa və alçaltmağa çalışırlar. Çalışırlar ki, Vladimir Zelenski bax bu istiriyalar vasitəsilə alçaldıcı sülh müqaviləsini imzalasın, Krımdan əl çəksin, Xersondan, Zaporojyedən, Sumu vilayətindən, Luganskdan, Donetskdən əl çəksin. Eyni situasiyanı Bakıya vaxtında təklif etmişlər və bizə alçaldıcı sülhə razılaşdırmaq istəyirlər. Amma biz bilirsiniz ki, buna razılaşmadıq və mübarizəni apardıq. Ona görə bunker məsələsindən Rusiyadan gələn təhdidin qarşısını almaq, göydən dolu yağan zaman başqa rəngdə paltar geyinmək qədər optimal bir şeydir. Buyursunlar, təmizləsinlər bunkerləri. Nə edirlər, etsinlər. Amma bu nəyə lazım olacaq? Ermənilər də bunker qazırlar sərhədimizdə. Bunun mənası nədir? Nəyi dəyişəcək bu? Mən Almanları bu qədər sadəlöh bilməzdim. Cənab Merz birinci cavab versin ki, büdcənin 14,8% hara gedib. Almaniyada anti-migrant istiriyası niyə qalxıb? Almaniyada Deutschland Überfunds niyə artır? Bu qədər. Təşəkkür edirəm. Təşəkkür edirəm. Elçin Alıoğlu'nun mövzuya dair fikirlərini eşitdik və vurğulanan nüans ondan ibarətdir ki, hazırda Almaniyanın bomba sığınacaqlarının artırılması və 2029-cu ilə qədər xüsusən də artıq hazır bir vəziyyətdə olması ilə bağlı açıqlamalar gəlir. Yerli ekspertin fikrini aldıq. Bəs qərb analitikləri bu barədə nə fikirləşir? Ekranlara gətirək. Böyük Britaniyadan sonra Almaniyada 2028-ci ilə qədər Rusiya ilə mümkün münaqişəyə hazırlıq elan edib. Yeni silahlanma planını əhatə edən hazırlığın vaxtı cəmi 3 ildir. Bu barədə Almaniya Silahlı Qüvvələrinin Satın Almalar İdarəsinin prezidenti Annette Lenig-Emden deyib. Onun sözlərinə görə Alman ordusu 2028-ci ilə qədər tam müdafiə hazırlığı üçün lazım olan bütün avadanlıqları almalıdır. Buna səbəb kimi göstərilir ki, Rusiya 2029-cu ilə qədər NATO ölkələrinə hücum edəcək. Hərbçilər yeni texnikadan istifadə eləmək üçün təlim keçməlidirlər. İdarəmizdə bunu eləmək istəyinin ruhu artıq mövcuddur. Biz bunu satın alacağıq. Bu, hazırda bizim şüarımızdır. Təsadüfi deyil ki, Alman ordusu son aylardakı hərbi hazırlığını son həddə çatdırıb. Həm silah ixrac edir, həm də müdafiə sənayesini gücləndirir. Analoji addımı müharibəyə hazırlıq rejiminə keçən Böyük Britaniyada atır. Ekspertlər iddia edir ki, Avropanın əsas ölkələrinin bu hazırlığı əllərində kəşfiyyat məlumatlarının olmasından qaynaqlanır. Bu daha əvvəl Danimarka Kəşfiyyat Xidməti tərəfindən bildirilib. Hətta Moskva Baltik dənizi hövzəsi ətrafında geniş miqyaslı müharibə başlada bilər. Bunun əsas səbəblərindən biri Rusiyanın öz gücünü böyük ölçüdə artırması və hər il yüzlərlə əsas döyüş tankı istehsal etməsidir. Bu barədə bəzi kəşfiyyat məlumatları toplanılıb. Ukrayna ilə müharibəyə cəlb edilməyən texnika ehtiyatlarının başqa bir hərbi strateji hədəf üçün toplanması da hamıya bəllidir. Hər iki ölkə narahat olmaq üçün haqlıdır.
Əlbəttə ki, bu hərbi hazırlıq silah istehsal edən ölkələrin daha çox qazanması üçün bir fürsətdir. Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2025-ci ilin ilk yarısında yayımladığı hesabatda qeyd olunur ki, 2020-24-cü illərdə ən çox silah satışı edən ölkələrin başında Amerika Birləşmiş Ştatları gəlir ki, bu da bütün silah ixracatının %43%-ni təşkil edir. Fransa isə 9,6%-lə ikinci sırada qərarlaşıb. 7,8%-lə üçüncü sırada Ukrayna ilə müharibə aparan Rusiya dayanır. 4-cü və 5-ci sırada isə növbə ilə Çin və Almaniya durur. Silahlanmanın səbəbi əsasən hücum ola biləcəyi təhlükəsidir. Yəni, yeni bir münaqişə ocağı yarana bilər. Hazırda demək olar ki, bütün ölkələr silahlanır və yeni dünya nəhəngləri bundan küllü miqdarda pul qazanır. Üstəlik, Almaniya da illərdir bu sıraya daxil olub. O, həm müdafiəsini gücləndirir, həm də silah ixracatını artırır. Nəzərə alsaq ki, ABŞ NATO üzvlərinə müdafiə xərclərini 5% artırması üçün təzyiq göstərir. Bu o deməkdir ki, bu tendensiya hələ bir müddətdə davam edəcək. İsrail ordusu Suriya ərazisinə zərbələr endirib. Bu barədə İsrail ordusundan yaydığı məlumatda qeyd olunur. Vurğulanır ki, zərbələr Suriyanın cənubundakı Mazrat Beycin yaşayış məntəqəsi ətrafına edilib. Zərbənin hədəfinin ordu olan Həmas hərəkatının üzvü olduğu deyilir. Hərəkat üzvünün kimliyi isə açıqlanmayıb. Bugün manşetdə bir xəbər yer alırdı. İran kəşfiyyatı artıq dirilib deyə. İran kəşfiyyatının İsrailin 1000-ə yaxın məxfi məlumatını ələ keçirdiyinə dair xəbərlər ortaya atılıb. İran rəsmiləri hələ ki bu məlumatı təsdiqlənmir, amma iddianı da İranın dövlət televiziyası yayıb. İsrail isə artıq məsələ ilə bağlı 2 nəfəri həbs edib. Yayılan bu xəbər hər iki ölkədə ciddi şəkildə bir həm marağa, həm də rezonansa səbəb olub. Sözü gedən bu sənədlər nəyi özündə ehtiva edir, nə üçün vacibdir, bundan İran hansı formada istifadə edə bilər? İzləyək. İran Dövlət Televiziyasının məlumatına görə ölkənin kəşfiyyat orqanları İsrailin nüvə planları, infrastrukturu və digər strateji obyektlərinə dair məxfi məlumatları ələ keçirib. Tehranın sadalanan nüanslarla bağlı əldə elədiyi sənədlərin sayının 1000-ə yaxın olduğu deyilir. İddiaları dəstəkləmək üçün heç bir sübut təqdim olunmayıb. İran rəsmiləri də hələ məsələ ilə bağlı açıqlama verməyiblər. Lakin İsrail Daxili Kəşfiyyat Xidməti Tehranla bağlı təhlükəsizlik cinayətlərinə görə 2 nəfərin şübhəli şəxs qismində nəzarətə alındığına dair məlumat yayıb. Həbslərin sənədlərin ötürülməsindən sonra olduğu deyilir ki, bu da İran mediasının iddialarına bir qədər də gücləndirir. Məlumata görə şübhəlilər Telegram kanalı vasitəsilə işə götürülüb və partlayıcı qurğunun ötürülməsi də daxil olmaqla tapşırıqları yerinə yetiriblər. Onlar həmin partlayıcılarla İsrailin Müdafiə Naziri İsrail Katsın evinə yaxınlaşıblar. Bu da agentlərin məlumatları ötürməklə yanaşı Katsın evinin partladılmasını planlaşdırdığı fikirlərini də ortaya çıxarıb. Analitiklərin fikrincə Tehran bundan İsrail kəşfiyyatına ciddi mesaj ötürür. İranın İsrailə qarşı bu addımı ciddi strateji əhəmiyyət daşıyır. Çünki Təl-Əviv dünyada güclü kəşfiyyat orqanı ilə tanınan ölkələrdən biridir. İran isə buna rəğmən İsrailin məxfi məlumatlarını ələ keçirməyi bacarıb. Adətən bunun əksini görürdük. Lakin iddialara inansaq, İranın İsrailə həm bu istiqamətdə cavab verdiyini, həm də ölkə kəşfiyyatına ciddi zərbə vurduğunu deyə bilərik. İranın İsraildə casuslarının olması Təl-Əviv üçün ciddi problemlər yaradır. İddiaya görə bu şəxslər əvvəlcə məlumatların ötürülməsi, daha sonra isə sui-qəsd əməliyyatları üçün təlimatlandırılıblar. Bildirilir ki, həmin sui-qəsdlər İsrailin rəhbər şəxslərinə yönəlib. Bu da ölkə rəsmilərinin həyatını risk altına salır. Strateji məxfi məlumatların ötürülməsi Təl-Əvivin Tehrana qarşı əl-qolunu da bağlayır. Casusların yerləşdirilməsinin İsrailin İranın nüvə obyektlərinə zərbə indirmək ehtimalına qarşı qabaqlayıcı tədbir kimi həyata keçirildiyi düşünülür. Beləliklə, İsrail belə bir addıma hazırlaşdığı halda İran agentləri vasitəsilə bu barədə vaxtında məlumat əldə edə bilər. Bu yolla da Tehran həm Təl-Əvivin qarşısını ala biləcək, həm də Vaşinqtonun nüvə danışıqları ilə bağlı təhdidlərindən yayınacaq. Xatırladaq ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump bundan əvvəl İranla razılaşma olmayacağı təqdirdə İsrailin ölkədəki nüvə obyektlərini bombalayacağını deyib. Analitiklər hesab edirlər ki, Tehran bu yolla rəqiblərinə qarşı üstünlük qazana bilər. İranın bu addımı İsrail üçün ciddi mesajdır. Tehran bu yolla Təl-Əvivin İranı bombalamaq planlarının qarşısını almağa çalışır. Bu da İsrailin manevrlərini məhdudlaşdırır. İranın İsrailə casus yerləşdirməsi Birləşmiş Ştatlarla dialoq üçün də əhəmiyyətlidir. İran artıq təhdidlərdən qurtularaq danışıqlarda üstünlük qazana bilər.
Son illərdə İran kəşfiyyatçıları İsrailliləri pul qarşılığında casusluğa cəlb eləmək səylərini artırıblar. Ötən ilin dekabrında İsrail polisi casusluq fəaliyyətinə görə 30-a yaxın vətəndaşını həbs edib. Həmçinin bu ilin yanvarında İsrail ordusunun 2 ehtiyatda olan hərbiçisi pul müqabilində dəmir qübbə ilə bağlı həssas materialları Tehrana ötürdüklərinə görə saxlanılıb. Və İran kəşfiyyatının İsrailin nüvə sənayesi ilə bağlı əldə etdiyi məlumatlar İranın hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu açıqlamanı ölkənin kəşfiyyat naziri İsmail Xətib verib. Onun sözlərinə görə Səbahın agentləri nüvə sahəsi ilə bağlı minlərlə hərbi strateji və elmi sənəddən kəşfiyyat məlumatlarının xəzinəsini əldə ediblər. Əsas sual ondan ibarətdir. Hazırda Xətibin də verdiyi məlumatda qeyd olunur ki, bu məlumatlar, xüsusən də İsrailin nüvə sənayesi ilə bağlı əldə edilən məlumatlar İranın hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Biz uzun müddətdə İsrail İranın nüvə obyektlərini vura bilər, buna hazırlıq gedir. Tehranla, Vaşinqtonla razılaşdırmaq istəyir, ancaq ortaq məxrəcə gəlmir. Ortada bir plan var. Bu söhbətlər fonunda sözü gedən məxfi sənədlərdə hansı detallar ola bilər ki, İranın rəsmisi qeyd edir ki, bu bizim hərbi potensialımızı artıra bilər. Müzakirəmizi təhlükəsizlik üzrə ekspert İmbat Mulu ilə davam etdirəcək. İmbat bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. İyi akşamlar diliyorum Can Azərbaycan'a, selamlar, saygılar. Teşekkür ederim. Her zaman İsrail kəşfiyyatının addımlarından danışırdı, ama bu dəfə deyəsən İranın kəşfiyyatından danışacağıq. İddialar var ki, çox önəmli sənədlərdir. İsrailin nüvə sənayesi ilə bağlı sənədlərdir. Hətta İran tərəfindən verilən rəsmi açıqlamada qeyd olunur ki, biz bundan hərbi potensialımızı istifadə etmək üçün, artırmaq üçün istifadə edə bilərik. Yəni, nə ola bilər sizcə o sənədlərdə ki, artıq bu İranın hərbi potensialını artırmaq üçün də bir fürsət ola bilər? Tabii öncelikle bir geçmişe bakmak lazım. Yani İsrail ve İran'ın biliyorsunuz yarım asırdan beri süren bir gerginlik, istihbarat alanında yoğun bir mücadele, iki ülke arasında sürekli siber savaşlar, suikastler, insansız hava araçlarıyla birbirlerine saldırılar, sabotaj eylemleri gibi geniş bir yelpaze ile aslında bu iki ülke sürekli birbirle mücadele etmekte. Yani bu ülke aslında sadece bu istihbaratı belgeler değil, özellikle son 7 Ekim saldırılarından sonra da İsrail ve İran komple topyekün Tahran yönetimi ve Netanyahu yönetimi neredeyse karşı karşıya geldi ve biliyorsunuz İsrail'in Tahran'ın göbeğinde Hamas liderini dahil olmak üzere birçok yerde birçok insanı katletti, şehit etti ya da etkisiz hale getirdi. Bunlar hepsi İran'ın kontrolünde olan noktalarda oldu. Tabii İran da bunun bir şekilde acısını çıkarmak ya da buna bir cevap vermek isteyecekti ki İlginç olan tek nokta son dönemde özellikle Trump'la İran arasında çok ciddi görüşmeler devam ediyor. Özellikle nükleer silahlarla ilgili yine o bölgelerdeki yapılaşmalarla ilgili Netanyahu İsrail'in her an İran'ın nükleer santrallerini vuracağını dile getiriyor. Ama buna Trump karşı geliyor. Trump adeta bu olayı da Netanyahu ya da İsrail'i devre dışı bıraktı ki İran'da herhalde bundan büyük bir fırsat ele geçirdi. Ya da Amerika istihbaratının da belki de bilgisi dahilinde. Çünkü ülkelerin bazen birçok istihbarati kanalları birbirleriyle danışıklı dövüşü çalışırlar. Yani siz bir menfaatiniz var ki, ülke menfaati varsa bu ülke menfaatini göz önünde bulundurarak başka ülkenin istihbaratçısı başka ülkenin istihbaratçısına net bir şekilde bilgi verebiliyor. Yani İmbat Bey, demək istəyirsiniz ki, Amerika kəşfiyyatı burada yardım edə bilər mi? Yani özellikle Trump'ın o koltuğa oturmasından sonra ve İran'la nükleer santraller ve o bölgedeki çalışmalarla ilgili birlikte hareket edeceğini birçok kez dile getirdi. Ve İran'a yaşama hakkını ancak ben bu şekilde verebilirim. Ben İran'a ortak olursam, İran nükleer programına ben dahil olursam ben de İran'ı koruyup kollayacağım. Aslında bu cümlelerin öz ve öz Türkçesi bu. Tahran ne kadar bana destek verirse, Tahran beni ne kadar nükleer programa dahil ederse ben İsrail'i de devre dışı bırakırım, diğer ülkeleri de devre dışı bırakırım. Ben size bir koruma görevi ya da bir koruyucu kılıfı uydururum şeklinde Trump'ın bu konuda açıklamaları var. Durum böyle olunca da tabii ki İran bundan büyük bir haz, aynı zamanda da büyük bir kendince bir özgüven aldı. Ve bu özgüvenle birlikte de yani Amerika'daki birçok istihbaratın zaten İran'la birlikte de çalıştığını biliyoruz. Yani bunun çok yakın tarihte de Kasım Süleyman'ın öldürmesinde İran istihbaratı, İran bilgisi sayesinde Kasım Süleyman'ı öldürüldü. Aynı şekilde bugün eğer İsrail'in
tabiri caizse o kripto dediğimiz ya da o kritik nokta dediğimiz kırmızı oda dediğimiz odalarında eğer İsrail'e ait bu kadar belge, bilgi rahatlıkla alınıyorsa ve İran Devlet Televizyonu, başka bir televizyon kanalı değil, herhangi bir yayın kurulu değil, İran Devlet Televizyonu bunu da manşette yayıp da bütün dünyayı bu konuda kamuoyu bilgilendirmesi yapıyorsa bu sıradan bir olay değil. Yani İran'ın istihbaratı artık bugün İsrail'in göbeğinde, İsrail'in başkentinde ve İsrail'in istihbarat alanında birçok çözümleme yapmış demektir. Ama bunu tek başına yapması mümkün değildir. Bunlar para karşılığında oluyor, ülke menfaatleri karşılığında oluyor, bireysel ajanlar tarafından oluyor. Sadece bir Amerika'nın istihbarat üyesi olmasına gerek yok. Yani oradaki herhangi bir ajanın İran ciddi bir şekilde bir maddi gelir pay ve payda verdikten sonra da İsrail'deki birçok bilgiyi, belgeyi bu şekilde de sızdırmış olabilir. Tabi bu bilgilerin ve bu belgelerin binlerce sayfalık doküman şeklinde olduğunu söyleseler de Tel Aviv'in de bu konuda herhangi bir şey yok. Yani bununla ilgili bir serzenişi ya da bir kaos ortamı ya da bir alarma bastığı da yok. İran yönetimi de resmi kurumlar da bununla ilgili sadece devlet televizyonu dışında resmi kurumlar da bununla ilgili herhangi bir açıklama yapmadı. Ama bunlar çok olağan şeylerdir. Yani bugün dünyanın birçok noktasında bakıldığı zaman birçok devletin istihbarat bilgileri maalesef çalınmakta ya da bir şekilde organize şekilde ele geçirilmekte. Bunlar ne kadar İsrail üzerinde etkisi olur? Bu tartışılır. Nibis belgeleri vardı bilirsiniz, yıllardır hep gündemde olan. Bu belgelerde neredeyse dünyanın 200 ülkesinin ve 280 ülkenin devlet yöneticilerinde tutun da devlet yöneticilerin dışında iş adamlarından tutun da bilmem ileri gelen kamuya mal olmuş birçok insanın gizli belgeleri, özel hayatlarına kadar her şey çıktı ama ne oldu? Hiçbir şey olmadı. Aslında bakıldığı zaman o insanlar yine yerinde, o insanlar yine yaşamlarını sürdürmekte ya da o devlet yöneticileri yine kamuoyunda belki birçok basın kurumu yazmış olsa da silindi gitti. Onun için pek bu belgelerin önemi bana göre, ben de az çok bu işleri bilen bir asker olarak bakıldığı zaman İran bu belgeleri geçirdi ve Tel Aviv'i mi bombalayacak? Yani Tel Aviv'deki olan her şey ortada zaten. Yani bugün bakıldığı zaman 10 milyonluk bir İsrail'in sağı da, solu da, başı da, ortası da her şey ortada. O kadar çok gizli bir devlet yapılaşması olan, çok gizli haysiyetleri olan bir devlet değil İsrail. İsrail'in zaten destekleyen ciddi şekilde ülkeler var ve bu ülkelerde aslında İsrail'e hem istihbarati destek, hem ekonomik destek, hem lojistik ve bununla ilgili mühimmatında tutun da İHA SİHA'sına kadar her türlü desteği veren ülkeler var. Böyle olunca da bugün İsrail'in çok böyle aham şaham bir gizliliği ya da o kırmızı oda dediğimiz odalar yok onların. Yani bu onun için yani tüm devlet yapısı ortada. Bakıldığı zaman 70 yıllık bir devlet ve bu devletin de nasıl kurulduğu herkesin malumunca ortada. Halen Filistin toprakları işgal edilmekte, Filistin topraklarının üzerinde kurulan bir devlet ve böyle olunca da çok tarihi bir geçmişi, 1000 yıllık, 10 bin yıllık bir geçmişi olan, 100 yıllık dahi geçmişi olmayan bir devletten bahsediyoruz. Onun için İran'ın çok önemli belgeler diye basın yayının başlatmış olduğu bir haberin ben çok böyle aham şaham bir belge olduğunu düşünmüyorum. Devlet televizyonu yayınladığı için gizli bir operasyon sonucu teslim edildi diyor, temin edildi. Bununla ilgili çalışmalar yaptı. Bir yandan aslında moral motivasyon içinde. Yani İran istihbaratına aslında bir destek, İran ordusuna bir destek, İran halkına da bir moral motivasyon yaratmak için de oldu ama bizim ilginç olan en önemli şey bugün işte konuşulan yani Amerika başkanıyla İran'ın artık böyle nükleer silah üzerinde konuştuğu bir dönemde bu şekilde bunun ortaya çıkması da tabii ilginç bir durum. Yani şimdiye kadar niye ortaya çıkmadı? Netanyahu'nun Trump'ın açıklamalarına sürekli tabii korkuyor olması ya da çekinmesi mi, yoksa İsrail ile İran arasında gerçekten bizim bilmediğimiz başka bir görüşme mi oldu da bunlar hani sırf gündem değiştirmek için bile olabilir. Çünkü ben İran'da her şeyi beklerim. İran'ın yönetiminden her şeyi beklerim. Onun için bu konuda da fazla güven ve itimatım da yok. Ben bu belgelerin çok ciddi bir belge olduğunu, ülke gündemini
böyle diyecek önemli bir nokta getirdiğini düşünmüyorum. Teşekkür ederim İmbat Bey. Bunun çok da ciddi bir nəticələrə səbəb olacağını düşünmür. İmbat Moğlu'nun fikirlərini aldıq və orada bir motivasiya xarakteri daşıyacağı bir addımdır, xəbər kimi də təqdim etdi. Bir tərəfdən həm orada motivasiya niyyəti ilə əgər elədirsə belə bir informasiya tirajlanır, digər tərəfdən artıq Tehran vasitəçilik təkliflərini də gücləndirir. İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçilik etməyə hazırdır deyilir. Bunu İran prezidenti Məsud Pezeşkiyan Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib. Qeyd olunub ki, İran, Pakistan və Hindistanda iki ölkə arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş istənilən addımı alqışlayır və bu məqsədlərə çatmaq üçün vasitəçi rolunu oynaya bilər. Siyasətçi Şahbaz Şərifin Pakistana səfər dəvətini də qəbul edib və iki ölkə arasında əlaqələrin genişlənəcəyini ümid etdiyini bildirib. Öz növbəsində Pakistanın baş naziri Şahbaz Şərif Hindistanla sülh və atəşkəs danışıqlarına sadiqliklərini, lakin müxtəlif sahələrdə qırmızı xətlərin olduğunu vurğulayıb. Danışıqlar yolu ilə davamlı sülhə nail olmaq üçün Hindistan hökuməti ilə işləməyə hazırıq və İranın bu məsələdə vasitəçiliyini alqışlayırıq. Pakistan hökuməti hesab edir ki, münaqişələrin həlli müharibə deyil, diyalogdur deyə Şahbaz Şərif sözlərini əlavə edib. Və xatırladaq ki, xüsusən də Laçında üçlü görüşdən sonra Azərbaycan, Türkiyə və Pakistan liderlərinin görüşündən sonra Pakistan və İran arasında belə bir təmas baş tutur. İndi Pezeşkiyan da bu səfər dəvətini qəbul edib gedəcəksə, maraqlıdır bölgədəki bu üçlü birləşmə qarşı, gücə qarşı, üçlü ittifaqa qarşı İran necə reaksiya verəcək? İran da qoşularmı? deyə bir sual da yaranmış olur. Birləşmiş Ştatlar İran və qeyri-İran mənşəli bir sıra şəxsləri və eyni zamanda şirkətləri hədəfə alan yeni sanksiyalar tətbiq edib. Vaşinqton bu addımı onların İranla ticarət və bankçılıq sahəsində əməkdaşlıq etməsi ilə əsaslandırıb. Tehran Ağ Evin bu addımına sərt şəkildə reaksiya verib. İranın Xarici İşlər Nazirinin sözcüsü İsmail Bəqai Maliyyə Nazirliyinin son qərarını kəskin şəkildə pisləyərək bu tədbirləri qeyri-qanuni, birtərəfli və beynəlxalq hüquqa zidd adlandırıb. Bəqai bəyan edib ki, bu cür məhdudlaşdırıcı tədbirlər Birləşmiş Ştatların illərdir davam etdirdiyi, lakin nəticə verməyən maksimum təzyiq siyasətinin davamıdır. Vurğulayıb ki, Vaşinqtonun bu siyasəti əks nəticə verəcək və İran xalqının öz haqlarını, milli maraqlarını müdafiə etmək əzmini daha da gücləndirəcək. Bəli, nüvə danışıqları adı altında 5 dəfə masa arxasında oturan Birləşmiş Ştatlar və İranın sözü çəp gəlməyə davam edir. Trampın irəli sürdüyü nüvə təklifləri Tehranda həftə ərzində qəzəb yaradı və nəticədə biz qəzəb doğuran açıqlamaları gördük. Xamneyi Ağ Evi kəskin şəkildə tənqid etdi. Maraqlıdır, Trampın hansı təklifləri İranı bu qədər qıcıqlandırıb və danışıqları dalana dirib, ipə sapa yatmayan Tehran masadan uzaqlaşarsa, yaxın şərqdə biz necə bir mənzərə görəcəyik? Araşdırmışıq, izləyək. Birləşmiş Ştatlar İranla münasibətləri yoluna qoymaq üçün diplomatiya dilindən istifadə etsə də, hələ ki ciddi nəticə əldə olunmuyor. Uzun sürən müharibənin fonunda Rusiya və Ukraynanın iki görüşdə irəlilədiyi qədər, dinc şəraitdə 5 dəfə masaya əyləşən Tehran-Vaşinqton ikilisi heç 1 millimetrdə yol qət edə bilməyib. Tramp komandası gedişata nə qədər pozitiv pəncərədən baxmağa çalışsa da, nüvə danışıqları müsbətə doğru irəliləmir. İran nüvə hüquqlarından imtina etməməkdə israrlıdır. İndiki məqamda ümid İranın Xarici İşlər Naziri Abbas Əraqçinin də bəyan etdiyi qarşı tərəfin göndərdiyi rəsmi nüvə təklifinə hazırladığı cavabdadır. Lakin sözgedən cavabda müsbət məqamların olacağına şübhələr var. Hətta İran iqtidarında mənbələri olan media agentlikləri Tehranın nüvə proqramı ilə bağlı təklifi rədd etməyə hazırlaşdığını yazırlar. Artıq vəziyyət onu göstərir ki, nüvə danışıqları dalana dirənib. İran təmaslardan narazı qalıb və seçimini bir müddət dayanmaqdan yana edib. İranın nüvə danışıqlarından narazı qaldığını ən gözəl izah edən açıqlama ölkənin ali dini liderinə məxsusdur. Nüvə müzakirələri fonunda Ağ Evin təkliflərinə görə qəzəblənən Əli Xamneyi bunun Tehranın əleyhinə olduğu qənaətindədir. Birləşmiş Ştatlar və digər ölkələr İranın tərəqqisində maraqlı olmadığı üçün ölkəmizə uranın saflaşdırılmasının tamamilə dayandırılmasını nəzərdə tutan şərtlər irəli sürür. Siz kimsiz ki, İrana deyirsiniz ki, bizim nüvə proqramımız olsun ya yox? Birləşmiş Ştatların nüvə təklifi bizim güc prinsipimizə 100% ziddir. Birləşmiş Ştatlar bizim nüvə proqramımızı zəiflədə bilməyəcək. İran uranın saflaşdırılması işindən əl çəkməyəcək.
Bu tip sərt açıqlamalar fonunda Trumpın təkliflərində nələrin yer aldığına diqqət yetirmək yerinə düşər. Ancaq iddialara görə Ağ Ev nüvə ilə bağlı qlobal arenada səsləndirdiyi tələblərdən fərqli başlıqları İrana çatdırıb. İddialara görə Vaşinqton İranın mülki nüvə enerjisi proqramına investisiya qoymaq və uranın aşağı səviyyədə saflaşdırılmasını həyata keçirəcək konsorsiyumda iştirak etmək istəyir. Hətta bu birliyə Beynəlxalq Atom Enerjisi Agentliyinin və bəzi yaxın şərq ölkələrinin də daxil edilməsi nəzərdə tutulur. İran mediası isə Ağ Evin hər görüşə fərqli məqsəd və istəklə gəlməsindən şikayətçidir. Belə ki, Vaşinqton rəsmiləri əvvəlcə Tehrana uranı aşağı səviyyədə saflaşdıracağına icazə verəcəklərinə dair vəd veriblər. Sonradan bunu heç vaxt təsdiq etməyəcəklərini masaya daşıyan Ağ Ev nümayəndələri İranın uranı ancaq idxal edəcəyini bildiriblər. Bu baxımdan İran danışıqların uğruna əsas maneə kimi Birləşmiş Ştatlar rəsmilərinin dəyişkən mövqeylərini göstərir. Xamneyinin Birləşmiş Ştatlar ilə danışıqlarla bağlı bugünkü çıxışı çox önəmlidir. Bu Trumpın təklifinə cavab da sayıla bilər. Yəni, Tehran təkliflərə bugün yox dedi. Top artıq Vaşinqtonun meydançasındadır. Trump isə hələ ki İrana seçim şansı tanımır. Yəni, təklif əslində bir növ əmr xarakteri daşıyır ki, Tehran rəsmilərini qəzəbləndirən də bu amildir. Ağ Evin kəskin gedişlər etməsinin səbəbi İranın saflaşdırdığı uranla 7-yə qədər bomba əldə edə biləcəyi faktıdır. Ümumilikdə hər iki tərəf üçün də risklər var deyə bilərik. Çünki nüvə məsələsində danışıqlar məqsədinə çatmasa, Ağ Ev İsrailin bir müddətdir təkid etdiyi hücum əməliyyatlarına başlaya bilər. Bu da Birləşmiş Ştatlar üçün yaxın şərqdə vəziyyətin daha da qorxulu hal alması deməkdir. İran üçün nüvə məsələsində ortaq yol tapmamağın doğuracağı nəticələr isə bəllidir. İranın iqtisadiyyatı və 90 milyonluq əhalisinin gələcəyi təhlükə altındadır. İllərlə davam edən sanksiyalar, iqtisadi idarəetmənin pozulması və korrupsiya ilə daha da kəskinləşən xroniki inflyasiyaya gətirib çıxarıb ki, bu da xalqın nüvə razılaşmasına ümid bağlamasına səbəb olub. Yəni, danışıqların uğursuz olmasından ən çox itirən tərəf sözsüz ki, İran hökumətidir. Məhz buna görə ölkədə hazırki tələblərlə danışıqları dəstəkləyən Prezident Məsud Pezeşkiyandır. Trumpın danışıqlar istəyi İran üçün son şansdır. Onlar hələ ki güc tətbiqindən qaçınırlar. Tehran bu dəfə də razılaşma əldə etməsə, İran üçün bəzi şeylərin sonunun gəldiyini deyə bilərik. Sözgedən mövzu ilə bağlı müsbət fikirlər isə olduqca azdır. Hətta tərəflər arasında ən son görüşün 5-ci olduğu 6-cı raundun baş tutmayacağına dair proqnozlar da var. Ukrayna prezidenti Volodymyr Zelenskinin Birləşmiş Ştatların ABC News telekanalına verdiyi müsahibənin detalları açıqlanır. Zelenski bəyan edib ki, Birləşmiş Ştatların dəstəyi olmadan ölkəsi ciddi itkilərlə üzləşə bilər. Onun sözlərinə görə, əgər Kiyev Amerikanın yardımından məhrum olarsa, bu Rusiyanın qələbə qazanmasının gətirib çıxaracaq, yəni qələbə qazanmaq şanslarını artıracaq. Zelenski Trumpın bu müharibədə Rusiya qalib gəlmir fikri ilə razılaşmadığını, daha doğrusu Trumpın fikrinə reaksiya verib. Trump Rusiyanın bu müharibədə qalib gəldiyini düşünürmü? Jurnalist bu istiqamətdə sual verib. Zelenski isə cavabında qeyd edib ki, bəli, belə hesab edir. Amma mən bunu dəfələrlə demişəm, bu belə deyil. Sən 1 milyon insanını itirərsənsə, bu qələbə deyil. Ukrayna prezidenti Volodymyr Zelenski Rusiyanın müharibədə üstün mövqedə olduğu fikirlərini qətiyyətlə təkzib edib. Ancaq meydandakı vəziyyətdən də danışıb. Bəzi bölgələrdə kritik durumun olduğunu diqqətə çatdırıb. Sosial şəbəkə hesabında da, daha doğrusu buna dair bir paylaşım edib. Bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Sırskinin məruzəsini dinləyib və həmin məruzədə qeyd olunur ki, Pokrovskaya, Limanskaya istiqaməti Donetsk, Sumi və Xarkov vilayətlərindəki vəziyyət hazırda bu barədə məlumatı Sırskidən almışıq. Bəzi ərazilərdə çox ağır durum var, ancaq hər şey döyüş bölməsinin sabitliyindən asılıdır deyə Zelenskinin səsləndirdiyi fikirlərdə qeyd olunur və Krım körpüsünün hücumundan da danışıb. Əməliyyat uğurla keçdi. 10 baldan təxminən 7-8 bal, yəni şkalasında qiymətləndirir Zelenski və bu barədə açıqlama verərkən bildirib ki, geniş miqyaslı müharibə başlayandan bəri Ruslar Krım körpüsündən silah tədarük etmək üçün istifadə edirlər. Hər şey istədiyimiz kimi olmadı, amma dediyimiz kimi 10 bal üzərindən 7-8 bal kimi qiymətləndirilir. Bəli, biz
geride qoyduğumuz bu həftəni ancaq Ukraynanın meydanda üstünlüyü ilə gördük. Bir tərəfdə hörümçək toru əməliyyatı, eyni zamanda texnikanın daşındığı qatarın vurulması, paralel olaraq Krım körpüsünün hədəfə seçilməsi, xüsusi unikal əməliyyatları izlədik biz və gördüyümüz, müşahidə etdiyimiz ancaq hərbi infrastrukturun, yəni hədəfdə ancaq hərbi sahənin olması ilə bağlı idi, Rusiyadan fərqli olaraq. Təbii ki, biz görürük ki, son əməliyyatlardan sonra müharibə şiddətlənib. Hətta bəzi ekspertlərin fikrincə, yaxın tarixlərdə Şərqi Avropada sülhün bərqərar olması bundan sonra gözlənilmir. Təbii ki, döyüşlərdə əsas üstünlük istifadə olunan bir də silahların performansı da bunun fonunda. 3 ildən çoxdur davam edən savaşda Qərbin Kiyevə verdiyi silahlara nəzər yetirmiş. Yəni, hansı silahlar verilib? Bugün Ukraynanın son bir həftədə etdiyi manevrlərdə hansı silah aparıcı rolda dayanır? İzləyək. Həm Ukrayna, həm də Rusiya düşmən qüvvələrinin irəliləməsinin qarşısını almaq, təchizat anbarlarına və komanda mərkəzlərinə hücum etmək üçün artilleriya və idarə olunan raketlərdən geniş istifadə edir. Texniki göstəricilərə görə Moskvanın sahib olduğu artilleriyalar güclü görünsə də, Kiyevin istifadə etdiyi silahlar dəqiqlik və rahatlıq baxımından öndədir. Bu siyahıya Ukrayna arsenalında olan qururda, dənizdə və havada rahatlıqla daşına bilən M777 artilleriya sistemləri liderlik eləyir. Maksimum etibarlılıqla yanaşı minimal logistika imkanlarına malik haubitsalar relyef və maneələrdən asılı olmayaraq uzun məsafələrə zərbələr vura bilir. Sökülüb qurulması rahat olan M777 artilleriya sisteminin yerdəyişməsi daha asandır. Üstəlik GPS koordinat sistemləri ilə uyğunluğu və daha dəqiq nişan alma potensialına sahib olması haubitsanı Ukraynalı əskərlər üçün əvəz edilməz edir. Bundan əlavə, Ukrayna tərəfi döyüşlərdə yüksək hərəkətlilik, uzun məsafə və dəqiqliyi ilə seçilən Atakams və HIMARS raketlərindən də geniş istifadə eləyir. Ukraynanın havadan müdafiəsinin təşkilində əsas vasitələrdən biri olan Patriot sistemləri asanlıqla daşınması, mərminin doldurulması və dəqiqliyi ilə Kiyevə böyük üstünlük verir. Almaniya, Polşa, Birləşmiş Ştatların göndərdiyi onlarla Patriot müdafiə sistemləri samada böyük qalxan rolunu oynasa da, Rusiyaya qarşı hücumlarda istifadə edilməsi qadağandır. Bundan əlavə, Kiyevə verilməsi uzun müddət çəkən F-16 qırıcıları da müharibənin gedişatında mühüm rola sahibdir. Belə ki, genişləndirmə və modernizasiya paketləri sayəsində 4-cü nəsildən 4,5-ci nəsilə yüksəldilən F-16'lar hava müharibəsində və havadan gələn hücumların müdafiəsində Ukraynalılara böyük dəstək olur. Baxım xərcləri, təlim prosesi və istifadəsi digərlərinə nisbətdə asan olan sözü gedən texnikalar Ukraynanın cəbhədə geniş əməliyyat həyata keçirməsinə köməklik edir. Döyüşlərdə əsas silahlardan biri hesab olunan tanklara gəldikdə isə Ukrayna Qərbin təchiz etdiyi Abrams, Leopard 2 və Challenger 2 texnikalarından istifadə edir. Yaxın mövqelərdə, şəhər savaşlarında Leopard və Challenger tankları böyük hərəkətlilik sərgiləyərək düşmənə qarşı manevr üstünlüyü göstərir. Paralel olaraq geniş cəbhələrdə və çöl döyüşlərində Birləşmiş Ştatlar istehsalı Abrams tanklarına üstünlük verilir. Adları sadalanan hər üç tank sadə istifadəsi, mərmi doldurması, asan baxım xərcləri səbəbindən Rusiya istehsalı texnikalara qarşı böyük avantaja sahibdir. Ukraynalı əskərlər müharibədə böyük texnikalara nəzərən daha çox Javelin Stinger raketləri və pilotsuz uçuş aparatlarından istifadə edir. Düşmən zirehli texnikalarını asanlıqla məhv edən Javelin raketləri müdafiə döyüşlərində Ukraynaya böyük dəstək verir. Eyni formada havadan müdafiə sahəsində isə helikopterlərin qorxulu yuxusuna çevrilən Stinger raketlərindən də istifadə olunur. Sözügedən raketlər izləmə funksiyasına malik olduğu üçün yüksək manevra sahib helikopterləri belə saniyələr içərisində zərərsizləşdirə bilir. Son olaraq hörümçək toru əməliyyatı isə döyüşlərdə PUA-ların Ukrayna üçün əhəmiyyətini və gücünü göstərdi. Hər hansı zirehli texnikanın %1-i qiymətinə istehsal olunan PUA-larla Kiyev düşmənin milyardlarla dollarlıq silahlarını məhv edə bilir. Bir qədər bizim bölgədən, regiondan çox uzağa gedəcəyik. Afrikanın sahil bölgəsi. Uzun illərdir quraqlıq, yoxsulluq və silahlı münaqişələrlə bu ərazi, bu bölgə gündəmə gəlir. Ancaq bu dəfə bölgədən gələn xəbərlər beynəlxalq təhlükəsizlik gündəmini dəyişə biləcək səviyyədir. Birləşmiş Ştatlar kəşfiyyat orqanlarının hazırladığı son hesabatda sahildə fəaliyyət göstərən radikal silahlı qrupların qlobal miqyasda hücumlar planlaşdırdığı qeyd olunur. Xüsusilə 11 sentyabr tipli ssenarilərin mümkünlüyündən danışılır, hətta istisna edilir. Və sahildəki bu gərginlik əslində nədir? Regional problem olaraq qalacaq, yoxsa beynəlxalq təhlükəsizlik üçün yeni bir təhdidə mi çevriləcək? Araşdırmışıq.
Dünya xəritəsində diqqətdən kənarda qalan bir coğrafiya var. Quraqlıq, yoxsulluq və cihadçı münaqişələrlə tanınan Afrikanın qərbində yerləşən Sahel bölgəsi. Bu qurşaq Mali, Burkina Faso və Niger kimi ölkələri əhatə edən geniş bir ərazidə yerləşir. Birləşmiş Ştatların hərbi və kəşfiyyat dairələrində bölgəyə dair ciddi narahatlıqlar mövcuddur. Çünki Birləşmiş Ştatlar Konqresinə yaxınlığı ilə tanınan Hill nəşrinin məlumatına əsasən saheldəki radikal qruplaşmalar təkcə lokal təhlükə yaratmaqla kifayətlənməyəcək. Həm də Birləşmiş Ştatlar ərazisində iri miqyaslı hücumlara cəhd göstərə bilərlər. Sahel uzun illər Əl-Qaidə və IŞİD-ə bağlı terror qruplarının sığınacaq yeri olub. Lakin son illərdəki geosiyasi dəyişikliklər buranı təkcə regional yox, qlobal təhlükəsizlik üçün də kritik nöqtəyə çevirib. Fransanın bölgədən çəkilməsi, Birləşmiş Ştatların hərbi mövcudluğunun azalması və dövlətlərin çevrilişlər nəticəsində zəifləməsi saheldə böyük bir boşluq yaradıb. Bu boşluq radikal qruplar üçün fürsətə çevrilib. Nəşr yazır ki, vəziyyətdən istifadə edən Rusiya bölgədə nüfuzunu genişləndirib. Amma bu təsir klassik diplomatiya və ya tanklarla deyil, Wagner kimi yarım hərbi təşkilatlar və vasitəçi qüvvələrlə həyata keçirilir. Yevgeni Prigojinin ölümündən sonra Rusiya Wagner qrupunu tamamilə öz müdafiə nazirliyinin nəzarəti altına almaq üçün böyük plan hazırladı. Buna nail olmağın bir yolu Afrika korpusunu canlandırmaq və gücləndirməkdir ki, Wagnerin fəaliyyət göstərdiyi bölgələrdə mövcudluğunu saxlaya bilsin. Hazırda Rusiya Müdafiə Nazirliyi Mali hökuməti ilə Afrika korpusunun daha çox döyüşçüsünü ora göndərmək və Wagnerin keçmiş muzdularını dövlət nəzarətində olan bu hərbiləşdirilmiş qüvvənin çətiri altına gətirmək üçün danışıqlar aparır. Bu, Rusiyanın sahel bölgəsində təsirini itirməməsi üçün strateji addımdır. Birləşmiş Ştatların Afrika komandanlığının rəhbəri General Michael Langley və komandasının hazırladığı gizli hesabat Pentagona və Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim edilib. Sənəddə xüsusi olaraq Cəmaat Nüsrətül İslam və Müslimin təşkilatının adı çəkilir. Bu qrupun Əl-Qaidə ilə birbaşa əlaqəsi var. Kəşfiyyat məlumatlarına görə təşkilat hazırda 6000-dən artıq silahını özündə birləşdirir. İnsan alverindən tutmuş silah qaçaqmalçılığına qədər geniş və mürəkkəb maliyyə şəbəkəsinə malikdir. Ən qorxulusu isə odur ki, qruplaşma yüksək texnologiyalı silah sistemlərinə çıxış əldə edə bilər. Mərkəzi bazası Burkina Fasoda yerləşən təşkilatın artıq beynəlxalq miqyaslı hücumlara hazırlaşdığı qeyd olunub. Saheldəki hadisələr 1990-cı illərin sonlarında Əfqanistanda baş verənləri xatırladır. Əvvəlcə xaos, sonra hakimiyyət boşluğu, ardınca xarici dəstək alan cihadçı qrupların meydana çıxması və nəhayət bütün dünyanı silkələyən 11 sentyabr hadisələri. Bugün saheldə də eyni ardıcıllıqla proseslərin baş verdiyi müşahidə olunur. Fərq ondadır ki, bu dəfə Birləşmiş Ştatlar kəşfiyyat orqanları vaxtında xəbərdardır. Lakin xəbərdarlıq müdaxilə anlamına gəlmir. Trump administrasiyası xarici hərbi əməliyyatlara qarşı ehtiyatla yanaşır. Üstəlik, Amerika ictimaiyyəti xaricdəki münaqişələrdən yorulub. Sahel xəritədə adi, boz bir xət kimi görünə bilər. Ancaq bu səhralıq bir gün Vaşinqtonun qəlbinə qədər uzana biləcək təhlükənin başlanğıc nöqtəsinə də çevrilə bilər. Birləşmiş Ştatlar qarşısında ciddi seçim var. Ya bu təhlükəni uzaqda olduğu üçün görməzdən gələcək, ya da bu dəfə çox gec olmadan tədbir görəcək. Tarix isə sübut edib ki, zamanında atılmayan addımlar yalnız bir ölkəni deyil, bütün dünya nizamını sarsıda bilər. Bugünlük təqdim edəcəyimiz informasiyalar bundan ibarət idi. Sabah eyni saatda 20:00-da qarşınızda olmaq ümidi ilə. Salamat qalın.